Dostlar, akşamınız xeyir olsun. İnşallah ki hamınız yaxşısınız. Zəhmət olmasa ekranı bəyənək, paylaşaq. Ekranı bəyənək, paylaşaq. Bir balaca qalxaq yuxarı, ondan sonra yayma insanları qoşarıq. Dostlar, ekranı bəyənin, paylaşın, zəhmət olmasa. Yayma bir 15 dəqiqə gec açdım. Ekranı bəyənin, paylaşın dostlar. Siz iyisiniz ya. Zahar Bey, buyurun. Ne saçtın? Sağ Zahar Bey, danışmadınız, mən də sizi ayırdım. Danışmaq istəsəz bir də göndərin. Ayda xanım, salam. Dostlar, xahiş edirəm, yayım açılanda, kimi qoşanda dərhal cavab verin. Mən burada dəqiqələrlə sizi gözləmək istəmirəm. Mən salam verirəm, deyirəm danışın, gözləyirsiniz. Vüqar, salam, axşamı xeyir olsun. Salam Müşfiq müəllim, hər vaxtınız xeyir, izləyiciləri də salamlayıram. Necəsən ay Vüqar, nə var, nə yox? Şükür müəllim, siz yaxşı olun ki, biz də yaxşı olaq. Xoş yayınlar. Baxaq görək, kimlər sorğu göndərib. Yeni gələnlər məni sev atın, zəhmət olmasa. Misafirə qoşulub növbə gözləyənlər səsi bağlı saxlayın. Ona görə müsafirə tək-tək qoşuram. Zahar, mən təkrar sizi qoşdum. Müşfiq müəllim. Salam, axşamınız xeyir, buyurun bəy. Müşfiq müəllim, axşamınız xeyir olsun. Aqibətiniz xeyir. Mən bir məsələ ilə görə sizi narahat eləmək istəyirəm. Neçə vaxtdır qoşula bilmirəm verilişinizə. Məndə qeydiyyatla bağlıdır məsələ. Buyurun. Elə bil ki, 2014-cü ildə biz Sovetskidən bizim evlər plana gedəndə bizi köçürtdülər. Yəni pul alıb çıxdıq. Mən Sabunçu rayonunda ev aldım Balaxanı qəsəbəsində. Yəni ki, qeydiyyata düşə bilmədim o evə. Polisə düşürdük, sonra da bu cəmaatı polisdən çıxartdılar. Bu, nə bilim, bank borclarına görə, nə bilim, bu alimentlərə zada görə polisdən çıxartdılar orada qeydiyyatda olanları da. İndi mən heç yerə düşə bilmirəm. 12 ildir, 13 ildir mən qeydiyatsız yaşayıram. Şəxsiyyət vəsiqəmin vaxtına da az qalıb. 50 yaşında dəyişməliyəm. Bildim Zahar bəy, bununla bağlı mən Facebookda da geniş bir məqalə yazmışdım. Və onu yüzlərlə adam paylaşdı. Bu kimi halda təəssüf ki, biz sizə ancaq bir məsləhət verə bilərik. Siz polisə müraciət eləyin. Polis imtina elədikdə, həmin imtina ilə bağlı məhkəməyə müraciət edin. Bu zaman məhkəmə məcburi sizə polisə qeydiyyata salacaq. Polis də deyir ki, yer yoxdur da, bizdə əvvəl yataqxanalar idi, nə bilim, indi siz bilərsiniz də, yəni ki, onların pasportun stolunda qeydiyyatlar var idi. İndi deyir, hal-hazırda bizdə yer yoxdur. Mən də deyirəm də sizə, bunun ancaq bir yolu var. Polisin o imtina məktubunu götürürsünüz, inzibati məhkəməyə müraciət edirsiniz. İnzibati məhkəmə o vəzifəni polisin üzərinə qoyacaq. Amma mən bu pandemiyada mənim şəxsiyyətimlə mən şəkər adamam da, ağır şəkər xəstəsiyəm. Mən dərmanımı ala bilmirəm. Güclə gedirəm, xahişlə, minnətlə, Allah canlarını sağ eləsin, verirlər.
Amma ki, məsəl üçün olur ki, bir dəfə ona dövlət verəndə 3 dəfə, 2 dəfə öz cibimdən alıram da, mən ağır şəkər xəstəsiyəm. Mən bunu da deyirəm ki, mən necə kimə müraciət edeyim, necə eləyim ki, mən qeydiyyatım pandemiyada məsəl üçün o maska cərimələri yazılırdı, bu şəxsiyyət distributerini keçirdi. Amma keçərsizdir. Zahir bəy, Pandemi mən sizə izah elədim. Siz qulaq asmaq istəmirsiniz. Mən deyirəm ki, ya hansısa bir qohumunuzun evinə qeydiyyata düşməlisiniz. Əgər belə bir şərait yoxdursa, siz yaşadığınız yerdə polis idarəsinə rəsmi ərizə ilə müraciət edirsiniz. Polis idarəsi sizin həmin rəsmi ərizənizə imtina verdikdə, həmin imtina məktubunu götürürsünüz, inzibati məhkəməyə müraciət edirsiniz və inzibati məhkəmə qərar çıxardıb, həmin vəzifəni polisin üzərinə qoyacaq ki, sizi qeydiyyata alsınlar. bir də sual verim. Bu pasportunu stola verim, Sabunçu rayonunun, yoxsa ki şöbəyə mi, bölməyə mi, hansına? Yox, idarənin özünə müraciət edin. Polis idarəsinin özünə. Hə, mərkəzi idarəyə də, Sabunçunun mərkəzi idarəsi. Əlbəttə ki, baş idarə ora müraciət edin. Yəni pasportun stola mən gedirəm, deyir ki, bizdə yer yoxdur. Bildim də pasport stolda idarəyə tabedir. Ona görə birinci idarəyə müraciət edin. Oldu Müşfiq müəllim, çox sağ olun, vaxtınızı aldım, narahat elədim sizi. Sağ olun. Oldu. Endi təşəkkür. Buyurun Hamil. Salam Müşfiq müəllim, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Müşfiq müəllim, mən 4 aydır cəhd edirəm sizlə ulaşa bilmirəm. İndi müəyyən səbəbdən fevral ayının 25-i Məhəmmədli yolunda mənim idarə etdiyim maşına bir maşın gəldi, çırpıldı. Deməli, polis gəldi həmən yerə, sənədlərimizi aldı. Mənə vuran maşının sığortası olmadığına görə dedi, təəssüf olsun ki, sığorta idarəsidir, qaynar xəttə zəng vururdum ki, yəni sizi qarşılaya bilməyəcək. Mən də olmasa bir 20 dəfə yığdım. Yəni Səsi bağlayın. Yuxarıdakı. Salam Müşfiq mən. Səsi bağlayın. Sizdən qabaq danışan var. Gözləyin. Hamil buyurun. təxminən bir 20 dəfə də 102 yığdım ki, mənə dəyər yanında çıxartdım 1100 neçə manat şeydə, yəni bu aktı da çıxartdım. Mənə heç bir köməklik olunmadı ki, olunmadı. Bu vaxta qədər də yəni maşın qalıb qapıda istifadə eləyə bilmirəm. Bildim, ziyanı sizə kim vurub? Ziyanı maşın da şirkət maşını olduğuna Azərmaş belə İndi şirkəti. bildim. Yol patrul xidməti gəldi ora. Yol patrul xidməti kapitan zvaniyasında bir polis yaxınlaşdı. Bildim də gəldi orada akt tərtib olundu, protokol yazıldı. Günah kimdədir indi orada? Günah qarşı tərəfdədir. Bir məhkəməyə qarşı tərəfdən pulunu da al. Məhkəməyə vermək də belədir. Nə bilim, uzun dərədə, nə bilim, təzədən mən Bilasvarda yaşayıram. Mən Bildim dostum, indi bunu nə varaq ara uşaqlarına dəy həll eləsin. Bunun qanun deyir ki, ver məhkəməyə də. İndi məhkəmə vermək çətindir, vəkil tutmalısan. Artıq bu başqa məsələ. Qanun yoluna verməlisən məhkəməyə. Mənə də maraqlı oldu ki, bu sığortası necə maşın idarə eləyir, nə bilim. Sən dəymiş ziyanı ancaq bu qaydada əldə edə bilərsən. Təşəkkürlər. Çox sağ olmuşum müəllim, çox sağ ol. Optik eynək, buyurun. Samir, buyurun, Samir. Müşfiq mənim, salam, necəsiz? Sağ olun, təşəkkür Bax, edirəm. sizi narahat eləmənə hər gün sizə baxırıq burada və dəstəkləyirəm. Mənim qardaşımın bir vergiyə borcu vardı, 4000 manat. 4200 manat da. Kimə borcu var idi? Qardaşımın. Aha. Elə bir ki, məhkəmə ilə bir çağırıb bir iki dəfə, bu da bilməyib getməyib. Sonra məcburi polis apardı. İndi bu pulu ödəyir ayda 100 manat, 100 manat. Sadəcə bu pulu hara ödəməlidir? İcrasının özünü ödəyir. İcrasıya ödənilməlidir, yoxsa hara? Pulu kimə borcludur onu ödəməlidir və yaxud da protokolla icraçıya verməlidir, bəli. Protokolunu ödəmir, elə kartını atır birbaşa. İcraçının özün kartına. Bəli.
Ola bir kart veriblər, aynı bilmirəm. Yox, indi kart verə bilərlər. Bəlkə boşluq tərəfin kartıdır. Bu da onu dəyib bilmirəm da Gəl öyrənsin də qardaş, icraçının şəxsi kartı ola bilməz o. Tam qanunsuzdur. Ancaq boşluq tərəfin kartına ödəyib qəbzi icraçıya atmalıdır. Yolu budur. Vergidir, yəni qarşı tərəfdən vergidir, vergilər naziri. Bildim, Vergilər Nazirliyi niyə icraçının kartını ödəyir ki? Növbədə gözləyənlər səsi bağlayın zəhmət olmasa. Samir, Bəli, geçsin icraçının yanına dəqiqləşdirsin bəli, onu. bəli. İcraçının Hoş, kartına pul oldu. ödəyə bilməz. Tam qanunsuzdur. Oldu mən. Çox sağ Vergilər ol. Nazirliyi icraya hesab verməlidir, ancaq o hesab ödəyə bilər. Hər hansı bir fiziki şəxsin kartını ödəniş ola bilməz. Anladım. Çox sağ ol müəllim. Çox baxışın narahat elədim. Çox sağ ol. Buyurun. Şahin buyurun. Salam, axşamınız xeyir Müşfiq müəllim. Salam, axşamınız xeyir. Bir dənə belə bir hadisə gəlib mənim başıma. Bu dava eləmişəm. Davanın da səbəbkarı elə bir ki, mən olmamışam da, qarşı tərəf olub. İstəyirsiniz izah edeyim sizə lap başdan. Elə. Mən 2-3 nəfərlə dayandığım yerdə mənim tanıdığım şəxs gəldi. Bu gəldi, mənim də buna hörmətim var. Biz də oturmuşduq. Hörmət ehtiramla durdum bununla, əllə öpüşdüm, görüşdüm. İpi çıxıb qayıdıb gedəndə biz uşaqlarla gülüşdük. Bu arxaya qayıtdı. Kamera görüntüləri zadı var, hər şey. Bu arxaya qayıtdı mənim üstümə ki, sən nəyə gülürsən? Deyirəm, bəs mən sizə gülmürəm də, mən tam başqa bir şeyə gülürəm. Dostlarımla oturmuşam, bu gəldi, birinci 2 dəfə şillə vurdu mənə, yüngül. Üzümdən ki, ağıllı yol. Qabağımda su zad var idi, suyu zadı dağıtdı ayağı ilə ki, ağıllı yol. Durdum ayağa, mən bunu dəfələrlə uzaqlaşdırmaq istədim, getmədi. Sonra bu mənim ailəmi təhqir eləyəndən sonra mən bunu vurdum. Vurdum, əlbəyaxa düşdük, ikimiz də əzişdik. Bu da gedib səhərsi günü polisə məndən şikayət edib. Polis də verib məni məhkəməyə. Polis məni dindirəndə orada səs kayıtları yoxdur, amma görüntü kayıtları var. Polis mənə deyir ki, sən deyir bunu təzədən çağırmısan. Bu dönüb çıxıb gedir, təzədən çağırmısan. Çox sağ ol. Deyirəm, mənim bunu vurmaq fikrim yox idi. Vurmaq məqsədim yox idi. Vurmaq məqsədim olsaydı mən bunu düşmənçilik eləsəydim, ya bundan acığım gəlsəydi, buna hörmət ehtiramla durub öpüşüb görüşməzdim bundan. Şəraiti, davanı yaradan bu olub. Şimdi burada məhkəmədə mənim 2 dənə yanında şahidim də var. Dafilə qoşulanlar zəhmət olmasa səsi bağlı saxlayın. Bu necə ola bilər Müşfiq müəllim? Bunu Şahin, səni eləmədim. hansı maddələ məhkəməyə veriblər? 221.1. Xırda yox, sənin cinayət məsuliyyətini cəlb ediblər. 221.1-dir. Qarşı tərəfi də yəqin zərər çəkmiş kimi tanıyıblar. Zərər çəkmişin 3 dənə elə deyir ki, sən döymüsən onu. Deyir 3 dənə onun xəsarət yeri var. Deyirəm 4 dənə də məndədir. Yox, burada sadəcə xuliqanlıqdan söhbət gedir. Xuliqanlığı sən eləmisən. Müstəntiq bu cür qiymət verib. İndi mən ona deyə bilmərəm, müstəntiq onu səhv eləyib ya düz eləyib. Hər halda orada şahidlər var, səndən başqa. Yəqin ki, video görüntü var, şahidlər var. Bunların əsasında müstəntiq əmələ hüquqi qiymət verib. Onun sənə vurduğu şillələr, indi mən bilmirəm. Çox güman ki, orada mübahisənin səbəbkarı siz olduğunuza görə 221 sizə elan olunub. Onun sənə vurduğu şillə isə yəqin qiymətləndirilib döymə kimi, döymə də cinayət əməli doğurmur. İnzibati pozuntudur. Ola bilər ki, ona da inzibati protokol yazıblar. Aydın. Buyurun. Çox sağ olun Müşfiq müəllim. Sağ olun, təşəkkür. Elnur Qazi, buyurun. Salam aleyküm, axşamınız xeyir olsun Müşfiq bəy. Salam, axşamınız xeyir.
öncə sizə təşəkkür edirəm. Doğrudan da bu çətin dövrdə vətəndaşlarımıza pulsuz, təmənnasız vaxtınızı ayırıb bu gözəl xidməti göstərdiyinizə görə Allah sizdən razı olsun. Allah hər zaman arzularınıza çatsın, başınızdan töksün istədiyinizi. Sağ olun. Allah sizdən razı olsun ki, gedib siz vuruşmusunuz. Birinci sağ ol sizə düşür. Minnətdaram. Müşfiq bəy, mənim sualım biraz beynəlxalq sualdır, üzr istəyirəm. Bu günlərdə eşitdim bu məsələni. Çox narahat oluram. Bilirsiniz, biz biraz həssas təbəqənin üzvləriyik. Niyə görə? Bu yaxınlarda bilirsiniz, 2016-cı ildə güya Talış istiqamətində vuruşmuş bir erməni ilə bağlı Azərbaycana maddi təzminat kəsildi də. Mənim o barədə məlumatım Hə, yoxdur. deməli Avropa məhkəməsi güya orada vuruşmuş. Əslində terrorçudur. Bir erməninin ailəsi bizi verib dövlət olaraq məhkəməyə və 100.000 manat, 100.000 avro deyəsən təzminat kəsildi Azərbaycana. Və onun üzr istəyirəm efirdə deyil, müəyyən ölüm öldürülüb və müəyyən güya üzərində işgəncə işləri var və sair və ilə axır. Aydın məsələdir. Bu adətən müharibələrdə bu cür olur. Üzərində Məsələ nədən ibarətdir? Mən nəyi demək istəyirəm? Sizdən bir məsləhət almaq istəyirəm. Bizim 35 illik bir əziyyətimiz var. Həm dövlət olaraq, həm xalq olaraq, həm də mən Qarabağlıyam, Ağdam rayonundanam. Ata yurdumuz, ümumiyyətlə bizim məhv olmuşuq da, belə deyək. Bu gün biz Bakıda yaşasaq da, and olsun Allah, biz həm bizim kökümüz məhv olub da. Nə qəbirstanlığımız var, nə üzr istəyirəm, qohum əqrəbələr hərə bir tərəfdədir. Heç ora bilmirik qayıdıb təzədən həmin vəziyyətə qayıdacağıq, qayıtmayacağıq. Mən sualım nədən ibarətdir? Biz niyə verə bilmirik bu Ermənistanın və ya hansısa bir qüvvələri Teymur, məhkəməyə və Teymur. biz Kim deyir ki, biz Ermənistanı verməmişik? Biz dəfələrlə vermişik və dəfələrlə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları var. Ayrı-ayrı cinayətlərlə bağlı, Xocalı soyqırımıyla bağlı, digər Baqanis ayrım faciəsindən bağlı, konkret bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları da var. Müşfiq bəy, mən Zaten nəyi icra soruşmaq olunmur. istəyirəm? Detallı gözləyin zəhmət olmasa. Detal nədir? Məsələn, mən nəyi bilmək istəyirəm? Bilmək istəyirəm ki, mən vətəndaş olaraq əlimdə rəsmi sübutlar var, hətta 90-cı illərin video görüntüləri var. Mənim evim dağıdılıb, mülkiyyətim və s. və ilə axır. Qəbirstanlıqda babalarımın qəbri talan olunub. Hər şey var. Mən Ermənistanı bu gün Avropa məhkəməsinə verə bilirəm. Bəli, tam hüququnuz var. Bunun zaman etibarı ilə gecikməsi yoxdur ki. Yox, bu sülh bəşəriyyət əleyhinə cinayətlərdən irəli gələn məsələdir. O heç orada zaman tətbiqi ehtiyac yoxdur ona. Bir də Azərbaycanda bu işləri görə bilən vəkil mən hardan tapa bilərəm? O cür vəkillər var, sadəcə maraqlanmaq lazımdır. Avropa ilə bağlı mənim bildiyim bir neçə vəkil var. Instagramda yazarsınız mənə, yönləndirərəm ora. Təşəkkür edirəm, minnətdaram. Allah sizdən razı olsun. Çox sağ olun. Allah xalqımızı qorusun. Sizin də elminizə bərəkət versin. Sağ olun, təşəkkür edirəm. Buyurun Vasif bəy. Salam, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Mənim bir neçə ay əvvəl yük maşını sürürdüm. Bir nəfər mənə zəng vurdu ki, mənim Qarabağa yüküm var, apara bilərsən? Dedim, bəli, apara bilərəm. Mənə dedi, şəxsiyyət vəsiqəvi at, sənə portal açdırım. Mən də şəxsiyyət vəsiqəsini atdım. Yəni, bu hadisə olub oktyabrın 12-sində, 2025-ci ildə. Bir həftə sonra kontaktoma getdim. Mənə bildirdilər ki, orada sən 4 gün əvvəl, Çox sağ olun. 4-5 gün əvvəl öncə 6944 manat məbləğində kredit götürmüsən. Telefon, televizor, belə bir əşyalar. Yəni mən özüm də şok oldum ki, elə bir şey mən götürməmişəm. Dərhal polisə müraciət elədim. Sonra bu adam tapıldı. Mənim şəxsiyyət vəsiqəmlə onlayn sifariş verib, kuryerləri alladıb, məhsulu götürüb satıb. Bu məsələ də hələ qalıb mənim üstümdə. Müstəntiqin də orada yekun qərarı olub ki, şəxsiyyət vəsiqəsini sən öz istəyinlə atmısan ora, burada cinayət işi görünmür. Mən də həmin adamı tanımıram.
Təzədən bununla bağlı prokurorluğa da müraciət elədim. Yenidən polisə də müraciət elədim. Yəni bu iş qalıb mənim üstümdə. Bununla bağlı bankdan da hər hansı bir pul götürə bilmirəm. Ehtiyacım olur, kredit götürmək İndi qulaq as, istəyirəm. Basim, mən sənə izah edeyim. Əvvəl AZ Official təşəkkür edirəm hədiyyələrin üçün, dəstək üçün. Dostlar, mən xahiş edirəm, o yayımlarda ən çox bizə dəstəyi bu verilişdə verin. Yəni hədiyyə atırsınızsa burada atın ki, qoy veriliş digərlərinin qarşısına çıxsın. Vasif, burada cinayət tərkibi var. Polisin nə deməyin əhəmiyyəti yoxdur. Adam səni alladıb, sənin şəxsiyyət vəsiqəni əldə eləyib, sadəcə sənin yazışmanı göstərməyin üçün sübutların lazımdır. Yəni o birinci yazışmanız aranızda qalıbdımı ki, şəxsiyyət vəsiqəni göndər mənə, mən sənə portal açdırım. Bunlar da polisə təqdim olundu. Servno bunu özü eləyən Yox, adam mənim sualıma cavab ver. Qısa və konkret. Deyirsən şəxsiyyət vəsiqəsini dedi, mənə göndər, portal açdırım. Bu yazışma aranızda var ya yoxdur? Bəli, var. Sən onu təqdim eləmisən polisə? Bəli, polisə təqdim eləmişəm onu. Binəqədi rayon polisinə təqdim eləmişdim. Onsuz bu eləyən adam, cinayəti eləyən adam boynunu alır. Demir ki, Boynunu mən alır. elə... Yaxşı, polis nə deyir burada? Müstəntiq qərar çıxartdı ki, bəs vəsiqəni öz istəyinlə atmısan. Burada cinayət işi görünmür. Yalan Ondan biraz söhbət sonra deyil. Prokurorluğa müraciət elə, o qərar ləğv olunub, cinayət işi qaldırılmalı. Adam sənə vəsiqəni başqa məqsədlə açıb. Mən ona vəsiqəni məndən alır ki, sənə portal açdıracam. Mənim adıma gedib kredit götürüb. Əlbəttə ki, bu cinayət tərkibidir. mənə də elə o maraqlıqda. Mən ondan biraz sonra qardaşıma davranış verib Rusiyaya getdim. Burada yox idim. Ondan əvvəl prokurorluğun da Instagram səhifəsinə yazmışdım. Mənə orada cavab gəlmişdi ki, işlə maraqlanacağıq. Maraqlandılar da. Instagram səhifəsi adı boş şeydir. Sən polisin o qərarını əldə eləmisən, cinayət işi başlanmasının rədd edilməsi haqqında. Bəli, xitam verib ki, vəsiqəni öz istəyinlə atmısan. Burada İndi cinayət qulaq, işi görünmür. həmin qərardan başına gələnləri ərizə formasında yaz, qərardan rayon prokuroruna şikayət elə. Elədim. Vəkil tutdum, yazdım, göndərdim. Orada mən onda Rusiyadaydım. Müstəntiqə cinayət işinin onlara göndərilməsi deyilir. Müstəntiq cinayət işini onlara göndərmir. Nə məsələdir? Cinayət işini yox. Müstəntiqdən tələb edirlər ki, rədd materialını göndər. Prokurorluq onu araşdırmalıdır, oxuyub öyrənməlidir. Görə müstəntiq qərarı düz qəbul edib ya yox. Müstəntiq deyir göndərmir. Bəli, axırıncı dəfə oraya qardaşım yaxınlaşanda mən ona davranış vermişdim. Dedilər ki, hələ bizə iş gəlib çıxmayıb bizə. İndi özün Bakıdasansa, get özün bir dənə ərizə yaz və get öz ərizənin arxasında dayan. İndi bu iş yekunlaşarsa, bu mənim adıma olan gecikmələr var ki, mən banka müraciət edirəm, mənə rədd cavabı gəlir. Onun üçün qayda belədir ki, cinayət işi qaldırılmalıdır. O adam cinayət məsuliyyətinə cəlb olunmalıdır. Onun barəsində hökm çıxmalıdır. Hökm qanuni qüvvəyə minəndən sonra sən həmin hökmü götürüb gedirsən banka, ya bank sənlə razılaşır, razılaşmırsa bankı verirsən məhkəməyə, sənin adına olan kreditdir və digər ödəmələrdir. Bunların hamısını məhkəmə qaydasında sildirirsən ki, sənin iradən və razılığın olmadan, imzan olmadan hansısa formada kredit veriblər. Bu da qanunsuzdur. Müəllim, bir də sual verim sizə. Mən bununla bağlı kontaktomu da məhkəməyə verə bilirəm, elə başa düşürəm. Çünki mən olmadan Bildimi, sən olmamağını hələ sübut eləməlisən. Bununla da bağlı o adama cinayət işi qaldırılmalıdır və o adam məhkəmə məsuliyyətinə alınmalıdır, ondan sonra digər tədbirləri həyata keçirməlisən. İndi sabah da kontaktomu verəsən, deyəcək ki, qardaş, onlayn bizdən götürüb, bu da bunun vəsiqəsi. Neyniyəsən? Çox sağ olun, təşəkkür edirəm. Ona görə gərək birinci cinayət hüququ mənada ona qiymət verilsin sonra. Sən deyənlər sonra. Yazdırıb prokurorluğa verməliyəm təkrar. Bəli, bəli. Həmin rədd qərarına prokurorluğa rəsmi şikayət elə. Çox sağ olun, təşəkkür Və edirəm. yazdığın ərizənin də arxasından get. Öz başına buraxma. Allah razı olsun, təşəkkür edirəm. Buyurun. 1.6. Buraxdı zəhmət olmasa. Canlını bəyanın, paylaşın. Axşamınız xeyir olsun. Salam, axşamınız xeyir.
Çox sağ olun qoşduğunuz üçün. Müşfiq müəllim, mən sizlə bir dəfə danışdım. Elə bil ki, gəlin atamın evidir. Ora 99-cu ildə ora gəlin gəlib, heç bir ay yaşamayıb. Mübahisə olub, çıxıb gedibdi. 2021-ci ildə də rəsmi nikaha giriblər. 2021-də də sonra bizim atamın razılığı olmadan ora qeydiyyata düşmüşdü gəlin. Bizim razılıq olmadan necə qeydiyyata düşüb? Ora orderli evdir. Güya ki, hakim belə qərar verdi ki, zaksı var, hardadırsa, arvad xanımı da orada qeyd olmalıdır. Məhkəmə qaydasında ora qeydiyyata düşüb də xanım. Bəli. Qeydiyyata düşüb, sonra heç elə də yaşamayıb, çıxıb gedibdi. Təzədən gedib ayrı yerdə yaşayıblar. Təzədən uşaqları olub 2 dənə, gəliblər ora girib yaşamağa, mübahisə olub, yenə çıxıb gediblər. 2004-də də veriblər, bunlar boşanıblar. 2004-cü ildə də boşanmamışdan qabaq onların evə köçürülmə haqqında mən sizə demişdim, qətnaməsi var. Bura heç nə də köçürülmə eləyibdi. Yəni ki, köçürülsün o evə. İllərdir da çıxıb getmişdilər, az yaşlı uşaqlarla yaşamırdı. Arada gəlirdi icraya, ərizə verirdi məhkəməyə, gəlirdi güya ki, biz orada qoymurduq yaşamağa. O kimi də səviyyəsizin biri idi də bir halda, bir sözlə. Gəlirdi, dava salırdı, çıxırdı, gedirdi. İldə bir dəfə belə bir konsert verirdi, çıxıb gedirdi. Sonra elə bil ki, illərdir uşaqları da böyüdü. Böyüyəndən sonra 2021-ci ildə mənim atam-anam dalbadal rəhmətə gedəndən sonra bu verdi məhkəməyə, icra gətirdi, 30 durdu onu orada. İndi gəlib mən orada da ola da. Yəni arxa 2 otaqlı evdir. Mən orada da qeydiyyatım var, qardaşım da orada yaşayır. Bir də ki, o indi gəlib ora girib, otaqda bütün mənzildə olan əşyalar hamısı mənimdir. Mənim veşlərimdir. İndi gəlib girib arxa otağa. Keçən dəfə də gedib, elə ki, o gəlib ora girəndə mən onda rayondaydım. Rayondan gələndən sonra mübahisə oldu. O da belə davaya çıxdı. Məhkəməyə düşdü. Yəni, onları 600 manat cərimə elədilər, mənə də 300 manat da. Yəni ki, hakim daşı onun üstünə qışqırdı da belə. Ki, dəfələrlə olub da elə. O kimi nəysə bu indi gəlib ora girib. Mən bir dəfə də gəldim ki, otağımı boşalt. Mən gəlirəm girəm otağımda yaşamağa. Bu imkan vermir. Elə hay qışqırıq, 102-ni çağırır sırazı. Polisə bir də təzədən dava düşür. Bax belənçiyinə. Gedir ekspertdən də yalandan kağız alır, nə alır? Güya ki, deyirəm, hakim deyir ki, bir özünə də bax, o xanıma da bax da. O necə ola bilər? Siz 2-3 nəfər, o tək, o sizi necə döyə bilər? Beləçə nəsə də belə mübahisəli evdir də. Onsuz da o ev satılacaq. Mən sizə keçən dəfə də orderlə bağlı dedim bir məsələ ki, bəs orderin arxiv çıxarışını ala bilmirəm deyənə. Onsuz da satılacaq. Mən demirəm, onlar uşaqları var, onlara verəcəm, satsam, onların payını verəcəm. Demirəm, verməyəcəm. Sadəcə olaraq, prosto o gəlib yerləşib ora, indi əməlli başlı da. İndi mən deyirəm, otağımdan çıxmır. Gətirib 2 dənə də köhnə bir Nikolaydan qalan bir tumuçka qoyub ora ki, güya bunun burada veşi var. Məndə də bütün video çəkmişəm ki, yəni ki, veşlər hamısı mənimdir, yəni sübutum da var, qonşuların da şahidliyi ola bilər ki, yəni illərdə orada mən 5 il, 6 il xəstə ata-anaya baxmışam. Yəni dalbadal ikisi də özü də nətər pis xəstə olublar da, mən onları baxmışam, hamı da şahiddir. Ata-ananı, yəni işimdən olmuşam, özüm bizneslə məşğul olan xanım olmuşam da, ata-anaya başımı qoşdum deyənə hər şey əlimdən çıxdı. İndi də mən məsələyə gəlin zəhmət olmasa. Konkret sual. Sadəcə onu istəyirəm ki, mən ora məhkəməyə versəm, mən otağımı boşaltdıra bilərəm onu oradan. Siz orada yaşayırsınız? Ona görə çıxmışam da, gedirəm, dava salır, polisə çıxır. Mənim sualıma konkretsə, siz orada yaşayırsınız? Yaşamırsınız? İndi yox, bu dəqiqə. Neçə vaxt orada? Necə geyim yaşayırsınız? Uje 3 aydır uje. Bildim. Ev kimin adına olub? Ev atamın adına. Siz vərəsəliyi qəbul eləmisiniz? Hələ yox. İndi dokumentləri vermişəm də. Bu arxiv çıxarışına görə dokumentləri vermişəm. İndi görək nə olacaq da. Vərəsəliyi qəbul edəndən sonra. İndi hələ ki heç bir hüququnuz yox. Vərəsəliyi qəbul edin sonra.
Bəs onun necə hüququ var? Mənim qeydiyyatım orada, onun da o qeydiyyat. O üçün belə boşalt ona yaşayış hüququ veriblər. Ona məhkəmənin qərarıyla ora yaşayış hüququ tanınıb. İndi mən də orada qeydiyyatdayım da, ata evimdir mənim ora. Qeydiyyatın Yəni, heç nə ata evində, ay xanım, qeydiyyatın əhəmiyyəti yoxdur bu bir. Ata evimdir deyirsiniz, onun üçün vərəsəliyi qəbul eləməlisiniz sonra. Nə olsun deyirsiniz ki, mənim ata evimdir. Bəlkə atan səni vərəsəlikdən məhrum edib. Mənim dacı atamın mənə ölməmişdən qabaq etibarnaməsi zadı da həmişə durur. Məndən Etibarnamənin əhəmiyyəti yoxdur. Atan öldü, etibarnamə də qüvvədən düşdü. Hə. Heç nə, ancaq onu tanınan. Mən də belə gedib evimə girə bilmərəm. Xeyr, ancaq tanınandan sonra. Heç nə oldu. Çox sağ olun Müşfiq bəy, çox sağ olun. Allah razı olsun. Şəxs əgər bir nəfərə etibarnamə veribsə, dostlar, etibar eləyən adam ölən kimi etibarnamənin hüquqi qüvvəsi ortadan qalxır. Yəni etibarnamə həmin gündən etibarsızdır. Alican, buyurun. Salam, hər vaxtınız xeyir. Necəsiniz Müşfiq bəy? Sağ olun, təşəkkür. Belə bir sualım olacaqdı. Biz deməli bir şadlıq evində işləyirdik. Bir gün vergi işçiləri gəldi ora. Səhv eləmirəmsə, biraz vergi qanunsuzluğu var idi müdiriyyət tərəfindən. Biz işçilər olaraq bizim ad soyadlarımızı filan da götürdülər və bu hadisənin üzərindən bir neçə ay keçdikdən sonra Bakıda deməli vergi ibtidai cinayətlərinin araşdırılması idarəsindən bizi ora şahid kimi çağırdılar. Biz ilk öncə getmək istəmədik çünki məsafə uzaqlığı var. Bakıdadır həmin o idarə. Uzun sözün qısası biraz tərəddüd elədik, amma axırı yarı məcbur, yarı xoş ora getdik. Biz şahid qismində ifadəmizi verdik, qayıtdıq. Biz ora getməyə bilərdikmi? Çünki niyə görə soruşuram? 20-dən çox işçi var idi. Yalnız mən və mənim belə deyək, başqa bir işçini çağırdılar ora 2 nəfəri. Getməmək üçün bir hüququmuz və yaxud bir şansımız var idi orada. İstintaq orqanı əgər səni şahid kimi ölkədə hara çağırır, sonra getmək sənin borcundur. Tutardı getdi. Getməlisən, getməyə də məcbursan. Getməsən səni məcbura apartıra bilərlər. Bu qədər. Çox sağ olun, təşəkkür edirəm. Var olun. Dostlar, biraz ekranı bəyənən zəhmət olmasa, hərə ekranı bir 50 dəfə bəyənsin. Təəssüf ki, hələ 100.000 olmamışıq. Bəzən ekran bəyənmələr yadımızdan çıxır bizim. Ekranı bəyənək, yuxarıda bizim hədiyyələrimiz var. Ekran bəyənməsini artıraq, paylaşaq. Məni sev atmayanlar məni sev atın. 31 dənə aktiv fanata ehtiyacımız var dostlar. Bir neçə məni sev atın ki, fanatlarımız bu gün yekunlaşdıraq. Bugün 31 fanata ehtiyacımız var bizim. Yeni gələnlər zəhmət olmasa yuxarıda adımın yanında plus işarəsi var. Cəmi 27 yeni izləyici gəlib. Yuxarıda adımın yanında plus var. Ona vurub kanala abunə olaq, zəhmət olmasın. 27 dənə aktiv fanata ehtiyacımız var dostlar bugün. Məni sevlərdən atın. Misafirə qoşulub növbədə gözləyənlərdən xahiş edirik ki, mikrofonu bağlı saxlasınlar. Buyurun Elvin. Salam əleykum Müşfiq bəy, vaxtınız xeyir olsun. Salam. Məndə məsələ nə yerdədir? 2024-cü ildə atam rəhmətə getməmişdən öncə bir yaxın tanışı dostu üçün bankdan pul götürdü. Sonra atam rəhmətə getdi. Bu kim üçünsə götürübdü ya. Ona da bilmirəm kim nə dedi, nə demədisə beyninə doldurdular ki, bəs şəxs rəhmətə gedibsə onun borcunu, banka olan borcunu ödəməsən də olar. Dövlət bağışlayır falan zat belə bir söhbətlər. O da ödəmədi. Bir il ərzində ödənmədi o pul. Sonra bizim də xəbərimiz yoxdur ödənmir də pul. Çünki arxayınıq həmin adama yaxın adamdır ki, ödəyir. Sonra bir də məhkəmədən məktub gəldi ki, ödənmir pul, belə elə. Biz getdik məhkəməyə. 2-3 dəfə məhkəmə oldu. Sonunda qərar çıxartdılar ki, biz də buna yəni sıxışdırırıq ki, ödəmək lazımdır o pulu. Yəni elə bir şey yoxdur ki, dövlət onu rəhmətə gedibsə bağışlayacaq, elə bir söhbət yoxdur. Məhkəməyə veriləndən sonra bu başladı ödəməyə. Sonra ödədiyi halda məhkəmə evin üstünə həbs qoydu. Son məktubda elədi ki, məhkəmədən gələn məktubda 10 gün ərzində
Bəs o pul ödənməsə, siz evinizdəki əşyalar, nə bilim, qeydiyyata alınacaq falan belə bir şeylər. İndi mənim demək istədiyim nədir? Ev də vərəsəliklə anamın adınadır. Anam da pensiyaçıdır. Niyə məhz pensiyadan tutulma olmayıb, birbaşa evin üstünə həbs qoyulub? Bu nə dərəcədə düzdür? Ən birinci tədbir əmlaka yönəldilir. Əmlak əgər ödəmirsə və yaxud da əmlaka yönələn tələb icraya yönələ bilmirsə, tutaq ki, əvvəl bunlar evin üzərinə tutaq ki, həbs qoyub. Düzdür? Aha, düzdür. İndi gəlirlər evdəki əşyaları siyahıya alırlar. Baxırlar ki, evdə minimum yaşayış səviyyəsində olan əşyalardır. Çaynikdir, yataqdır, Yəni, televizor falan belə qapqaşıqdır, şeylərdir. Məsəl üçün. Və bu adamın yaşamağa cəmi bir evi var, başqa evi yoxdur. O zaman tələb icra oluna bilməz. Artıq evə qoyulmuş həbsin də bir əhəmiyyəti yoxdur. Bundan sonra yalnız maaşa yönələ bilər və pensiyaya yönələ bilər. Bu kimi Yəni halda vərəsət. əgər evdə yəni satılası bir şey yoxdursa, evə yönəldilə bilməz, narahat olmayın. Onun pensiyasına, vərəsənin pensiyasına yönələcək sonda. Sonda yəni onunla nəticələnəcək də, belə başa Bəli. düşdüm. Biz ona razıyıq ki, yönəldilsin, oradan tutulsun, sonra biz həmin şəxsdən götürərik. Yəni o da razıdır ona. Sadəcə indi bank heç sürə razılığa gələ bilmirik ki, ondan yönəlt pensiyaya. Yəni tamam biz ödəyirik pulu, indi də ödəyir, bu dəqiqə də ödəyir. Prosta razılığa gəlmir. Yəni məqsəd nə ola bilər razılığa gəlməməkdə? Yəni Gələcəkdə hər halda mübarizə aparırlar ki, görək bəlkə pulu tam ödədilər, evə həbs qoyduraq, bəlkə qorxdular, getdilər, hamısını ödədilər. İndi bu onların variantlarıdır da. Bütün variantlardan istifadə eləyirlər. Əgər o ağıllı bir adama rast gəlirlərsə, adam qanunları bilirsə, artıq görürlər ki, heç bir tədbirin əhəmiyyəti olmayacaq. O zaman artıq maaşa və pensiyanın 50%-dən çox olmayaraq yönəldə bilərlər. aydındır, aydındır. Başa düşdüm. Mən sizə çox sağ olun ətraflı məlumat üçün. Buyurun, Təşəkkürlər. Allah xoş olsun. Sağ olun. Abdullah çox bəy, sağ olun. buyurun. Salam, hər vaxtınız xeyir olsun. Salam, axşamınız xeyir. Buyurun bəy. Mən sizin Naxçıvandan narahat edirəm. Mən bir dənə torpaq sahəsi aldım. Həmin torpaq sahəsinə ev tikmişəm. Dövlət Qupçalı sənəddə ev tikilibdir. Sadəcə biz kommunallara müraciət elədik asan xidmətə, suya. Sudan bizə rədd cavabı gəldi. Onun səbəbini göstərirlər ki, ana su xətti sizin sərhədinizdən, torpağınızın sərhədindən keçir. Bizdə yeri dedilər ki, yeri su idarəsinə. Onlar gəldilər, göstərdilər ki, həqiqətən bizim həyətimizdən su xətti keçir və qonşu o su xəttinin üstünə ev tikibdir. Onlar akt tutub göndərdilər Azərsuya. Azərsu komissiya təşkil edib belə qərar qəbul edib ki, o ana su xəttinin geri dəyişməsi bizim hesabımıza olacaq. Bəli, qanunla belədir. Layihənin əgər layihə uyğun orada hər hansı bir ev tikilibsə, o su xəttinin, qaz xəttinin və elektrik xəttinin yerinin dəyişdirilməsi sizin üzərinizə düşür, bəli. Belə deyim də, bu həyətdən keçən torpağın, bizim torpaqdan keçən su xəttinin rəsmi olaraq orada icazə almalıdır həmin idarə ki, oradan su xəttinin dövlət keçirməsindən bağlı. O məndən qabaqki torpaq yiyəsindən elə bir icazə yoxdur sənəd. Yəni o icazə almır. Başa düşdüm, fərqi yoxdur. Bugünkü gün aşkar olunub, bu qaydada həll olunmalıdır məsələ. Yəni bu məhkəməyə də versəm onların xeyrinədir. Xeyr, bəli, düzgün qərardır. Bəs qonşu ev tikən, o üstündəki xətt tikən qonşu su xətti çəkiblər. Necə çəkilib? Mən o tələb irəli sürə bilmirəm. İndi mən onu deyə bilmərəm də, qanunsuz eləyib də onu. Başa düşdüm. Ya gizlin eləyib, ya kimlənsə nəyisə danışıb eləyib, o başqa məsələdir artıq. Oldu, çox sağ olun, təşəkkür edirəm. Buyurun. Bülbül, buyurun. Salam Müşfiq müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir. Şuna mənim bir sualım var idi sizə. İnşallah cavablandırardınız. Mən Türkiyə təhsil alıram. Türkiyədə, yəni burada oturmuram, burada yaşayıram mən. Mənim bir neçə gün öncə burada bir problemim oldu. Özüm müdafiədən, necə deyim, döyüş oldu özüm müdafiədən. Mən 3 gün ərzində indi ölkədən çıxış, 1 illik çıxış yasağı qoyulub. Mən bilmək istəyirəm, mən Azərbaycana gələndə, Azərbaycanda mənə hər hansı bir hüquqi bir
problemlə hüquqi bir problem yaşayacağam mən Azərbaycanda. Xeyr, heç bir. Bəs buradakı problemi baxırlar nəyə görə, necə olub burada yəni? Sənin buradakı problemin buradadır. Azərbaycanda heç bir bunun əhəmiyyəti yox. Burada dalaşmısan, buradakı qanundan cavab verməlisən. Azərbaycanda sən cinayət törətməmisən. İkincisi də ki, Türkiyədə artıq bununla bağlı araşdırma getdiyi halda Azərbaycan bunu araşdıra bilməz. Anladım, başa düşdüm. Səni deportasiya eləyirlər, yoxsa? Yox, mən burada rəsmi tələbə statusu altındayam. O da Olsun da tələbəni də deportasiya eləyə bilirlər. mənim üzə gəldiyim şəxs erməni əsilli türk idi. Yəni o buranın rəsmi vətəndaşı olduğu üçün hüquq ancaq mənə baxdı, belə deyim. Ancaq mənim haqqımda problem çıxdı. Başa düşdüm də, Türkiyə vətəndaşı ilə sən dalaşmısan. Bəli, bəli. İndi nə deyirlər? Səni cinayət işi qaldırırlar, yoxsa nədir? Yox, iki ehtimal var idi. Ya birinci məhkəməyə çıxmalısan, məhkəmədə proses uzanmalıdır. Ya da ki, o qarşı tərəf mənə dedi ki, onlar bilir ki, biz deport olsaq, bizə sərf eləmir. Çünki tələbəyik biz burada. Məndən böyük summalarda rəqəm istəyirdi. Mən də belə baxdım ki, onun qarşısında elə deport olmaq daha yaxşı. Türkiyə Azərbaycanı deport edə bilməz. Ancaq bir illik, yəni bir ilə qədər yasaq, giriş yasağı deyirlər buna. Türkiyədən deport olmur da, hə? Yox, Türkiyə deyir ki, Rusiya və Azərbaycan vətəndaşlarına biz deport qoya bilmərik, əgər böyük cinayət işləri yoxdursa. Aydındır. Azərbaycanda heç bir problem olmayacaq, narahat olma. Başa düşdüm, çox sağ olmuş. Buyurun. Dostlar, yayımı bəyənək zəhmət olmasa, bəyənməmiz çox azdır. Hərə yayımı bir 50 dəfə bəyənsin. Bir də xahiş edirik, yayıma biraz dəstək verin. Buyurun. Salam aleykum. Salam. Müşfiq müəllim, bizdə elə bir ki, daşınmaz əmlakla bir bağlı problemdir. 2015-ci ildə alınmış bir elə bir 10 sot torpaqdır, 5 sot, 5 sot. Bu torpaqları elə bir atamın adına alınıb. Etibarnamə ilə alıb bunları aldığımız adamın adına çıxarış alınıb. Orada sadəcə zəbt var deyə qonşu hasarda hər iki torpağa düşür. O elə olduğu kimi elə atam orada həmin aldığı adamın adına razılıq ərizəsi birinə yazılıb, birinə yazılmayıb. Sonradan o torpağı elə bir zəbt edən adam dedi ki, yəni mən o torpağı sizə qaytaracam da, satacam zaten. Mən ondan çıxardacam, yəni zəbt sahəsini. İndi bu adam da başqasına satıb, heç onun arxiv sənədləri də yoxdur, etibarnamə ilə satıb. 100 illik etibarnamə ilə, yəni onun heç arxivi də yoxdur sənədlərin. Gedir, yəni satdığı adam da gedir, çıxarış çıxartdırmağa vermirlər. Çünki arxiv sənədləri yoxdur. Amma məndə faktiki çıxarış var və arxiv sənədlərimdə əlimdədir ki, mənim torpağım 5 sot 5 sotdur mənə verilən. Sadəcə azalma ilə zəbt var deyə razılıq olub. Sonra da o aldığım adamdan ki, o razılıq ərizəsi vardı. Getdim, dedilər ki, onu ləğv elətdir. Onu ləğv elətdirdim o razılıq ərizəsini. İndi mən onu geri qaytarmaq istəyirəm ki, elə biri 4 sotdur, biri 4 sot filan qədər. O ki, 1 sot nə qədər girilib də zəbt var. Mən bunu zəbti geri qaytarmaq üçün nə köməkli, nə yolu var. Məhkəməyə müraciət eləməlisən, yol ancaq budur. Mən elə bir imtina almaq üçün mənə dedilər, get imtina al. Asan xidmətdən imtina verilməlidir ki, sən məhkəməyə müraciət edə biləsən. Mən atamın adından imtinanı alıram və sonra yenidən dedilər ki, təzədən get, kimin ki almısan, həmin o adamındır get torpaq. Sən çünki 4 sota alqı-satqı olub da, sən o 5 sota almaq üçün o 5 sotun alqı-satqısı o adamın adındadır. Keçmiş yiyəsi kimdirsə, o bağçılıq sənədi kimin adınadırsa o almalı. Bildim, düz izah eləyiblər, bəli. Yəni bu prosesin belə çəkməyə uzun müddət çəkəcək. Yəni indi yenidən mən o torpaq yiyəsi ilə danışmışam. Təxmini 6 ay. Başa düşdüm. İnzibat məhkəməsinə verməliyəm də o imtinaları. Mənim bunu yəni özüm öz səlahiyyətlərim bilməyəcəksən. eləyə bilərəm yoxsa Vəkil sən hazırlaya bilməyəcəksən onu. Təşəkkür. Çox sağ olun. Buyurun bəy. Minnətdaram. Sağ olun. Buyurun. Səsinizi açın, danışın bəy. Riko. Salam qardaş, axşamınız xeyir olsun. Axşamın xeyir.
Buyurun danışın. Akşam xeyir olsun. Axşamın xeyir, danış. Qardaş danış. da. Qardaş bağışlayın, narahat edirəm sizi. Elə bil mənim o vaxtı rəhmətli babam torpaq götürmüşdü. Elə bil 5 dənə 12 sotkada 5 dənə həyət götürmüşdü. Həmin o yerdən də 6 sotka zəbt kimidir də, yəni artıq olan bir şeydir, zəbt eləmişdi onu. Həmin o zəbtdə olanda da mən həmin o zəbtdə mən ev tikmişəm. Yəni babamın qayyumluğunda olmuşam da belə götürək. Həmin o zəbtdə də mən ev tikmişəm. İndi o evə mən necə sənəd ala bilərəm? Vallahi o qanunsuz tikilidir də o. Onu ancaq belə deyək, gərək bir 30 il keçsin, sən ona sahiblik eləyəsən ki, ondan sonra məhkəməyə verib sənəd alasan. Qardaş, hal-hazırda mən o Nə bilim ya qardaş, gah internetim dayanır, gah. Dostlar, xahiş edirəm, cinayət işlərlə bağlı qoşulaq. Biz bu verilişi artıq mülki işlərin şeyinə çevirmişik. Simiska yeyirdi. Dostlar, 50 dəfə ekranı bəyənin də xahiş edirəm. Hər 50 dəfə ekranı bəyənsin. Bir də çata yazın. Cinayət işlərlə bağlı qoşulmaq istəyən çata yazsın. Kim cinayət işi ilə bağlı qoşulmaq istəyir, çata yazsın bura. Ekranı bəyənək zəhmət olmasa. Buyurun, Nadir bəy. Danış. Buyurun, Nadir bəy. Alo. Bəli, Alo Müşfiq müəllim, salam, axşamınız xeyir olsun. axşamınız xeyir. Müşfiq müəllim, mən bir cinayət işi ilə bağlı sizi narahat eləyirəm. Deməli, bir nəfər mənə dələduzluq maddəsi ilə cinayət işi qaldırılmışdı. Deməli, işə düzəltmə adı ilə 10.000 manat pul almışdı. O gündə səhər belə allada, nə bilim, müxtəlif bəhanələrlə allatdı. Axırda mən dözə bilmədim. Bunu verdim mən polisə. Prokuraturaya deməklə, prokuratura ilə köməkliyi ilə cinayət işi qaldırıldı. Dələduzluq maddəsi ilə. Bu adam da dələduzluqla yatınmış. Akazısı. Mən bilməmişəm də. Mənim etibarımdan istifadə eləyib ki, güya kimisə işə düzəldəcəkdi. Dedi ki, alacağım, verəcəm, qaytaracağım. Bu həmən o cinayət işində, cinayət prosesində. Bu adam gəlmədi, eləmədi, müxtəlif bəhanələr gətirdi, nə qayırdı, xəssiyəm, nəyəm. Həmən ərəfədə bu öldü. O cinayət işi polislər də olub, mənə dedilər ki, polisdən, dedilər ki, vərəsə təyin olunacaq, vərəsə oğludur, 6 ay sonra. 6 aydan da çox keçib, hardasa bir 7-8 ay keçib. Binəqədi məhkəməsinə müraciət eləginəm. Mən də getdim, oraya müraciət elədim. Onlar mənə dedi ki, sən bir dənə vəkil tutqinan ki, görək, məsələn, bunun əmlakı nə var? Yaşadığı yerdir. Hətta evi də onun həbsdədir. Onu müxtəlif yollarla öyrəndim mən, bu asan xidmətdən, zaten özüm öyrəndim də, vəkil öyrənmədi. Ki, bu adamın adında heç bir zat yoxdur, əmlak yoxdur. Mən indi onu obyekt, bəli,
Əliniz getsin. Əlim üzmüşəm, üzməyinə bir şey var. Ümumiyyətlə, mən sənə deyim ki, qanun nə deyir? Barəsində cinayət işi qaldırılan şəxs, əgər cinayət işinin istintaqı dövründə rəhmətə gedirsə, cinayət işinin icraatına xitam verilir. Hə, Yəni, verilir. cinayət işi məhkəməyə göndərilmir. İcraata xitam verilir, özdə şəxsin öldüyünə görə. Ola bilər ki, onun hansısa bir uşağı gələr deyər ki, mənim atamın günahı yoxdur. O zaman cinayət işinin icraatına xitam verilmir. Axıra qədər iş aparılır və iş göndərilir məhkəməyə. Yəni, onun əgər hüquqi varisi o prosesi davam elətdirmək istəyirsə. Bu da ki, redki halda belə bir şey var. Adətən praktikada olmur. Cinayət işini xitam edirlər ölüm faktına görə. Bu bağlandı gəlir. Bəli, bəli. İndi əgər onun əmlakı yoxdursa, əgər adında hər hansı bir əmlak yoxdursa, vərəsəsi onun əmlakını qəbul eləməyibsə, vərəsə heç bir məsuliyyət daşımır. Buna da məsələ bağlandı. Nankör evladdır da, nankör evladdır. Niyə nankör evladdır? Atasının borcunu ödəməlidir ona görə. Əlbəttə, qulaq olsun, onun atası... Atası cinayətkardır, atası dələdüz oğlu. Bəlkə oğlu hardasa universitetlərin birində yaxşı bir tələbədir. Niyə nankör olsun ki? Yo, o atasının yaxşı evlad, atanın borcunu ödəməlidir. O öləndə bütün millət yığışır ora, deyirlər ki, ay cəmaat, bu adamın günahını bağışlayın, halal eləyin. Mesela halal eləməyənin biri mənəm. Məni 10.000 manat az pul deyir ki, 10.000 manatı məni allatdı. İndi tutaq ki, bunun oğlunun onu ödəmək imkanı yoxdur. Bunun oğlu neynəsin? Geçsin cinayət eləsin. Yo, sözsüz ki, elə deyəcək, Müşfiq müəllim. O elə deyəcək. Mən özərinə də demişəm mən. Demişəm ki, qulaq asın, yaxşı evlad, atanın borcun, o ata həmən pulla o evladlarına saxlayıb, onlara paltar alıb, yemək alıb və nətər o atalıq borcun yerinə yetirib, ancaq dələduzluqla qazanıb da onu. İndi başa düşdüm də, indi yəni oğul da ödəmir. Oğul da ödəmir, deyir o ata mənə nağayırıb ki, mənə deyir ki, o mənə nağayırıb ki, atalıq eləməyib. Deyir amma o səni dünyaya gətirib. O dünyaya gətirib. Güya buna yaxşı şey eləyib ki, bunu lənətə gəlmiş dünyaya gətirib, kəramət demiş. Yox da qulaq asın, İslamı nöqteyi nəzərdən o yaxşı evladdır. Ancaq hüquqi cəhətdən mən onsuz da əlimi üzmüşəm. Mən deyirəm, həm hüquqi cəhətdən, həm də dini cəhətdən o uşağın heç bir günahı yoxdur. Heç bir dində yazılmayıb ki, atanın elədiyi cinayətə görə oğul gedib pul ödəməlidir. Dində belə bir şey yoxdur. O, haqqımı halal eləm, halal eləmirəm, bunlar da boş-boşuna ağlılardır, axsaqqal. Bu ifrat din, bu milləti məhv eləyib. Bu nağıl xarakterli şeylərdir bunlar. Allah indi onu bağışlayar, bağışlamaz, onu Allah bilər. O, uşağın sözündən onu bağışlayar, nə də sənin sözündən. Müşfiq müəllim, mən sizin verilişə, qoy indi bunu deyim, çox bəyənirəm sizi, çox bəyənirəm belə, çox da yaxşı istifadə eləyə bilmirəm, şükür Allaha ki, oğlum kömək elədi ki, düşdüm mən sizdən də. Allah oğlunuzu qorusun, hər halda yenə deyirəm, axsaqqal, bu həyat belədir də, indi dövr belə dəyişib ki, nə ata oğula görə cavab verir, nə də oğul ataya görə cavab verir. İndi mən başa düşürəm, hardasa atalar oğula görə cavab verməlidir. Amma oğlun gəlib atanın yerinə cavab verməsi biraz ədalətsizdir. Ata həmişə öz evladını qorumalıdır və oğluna görə də cavabdehlik daşıyır. Qanunda var bu. Bu gör nə deyirəm. Məsuliyyət yaşına çatmayan uşağın vurduğu maddi ziyana görə kim məsuliyyət daşıyır? Onun valideyni. Görürsən, qanun da deyir ki, valideyn məsuliyyət daşıyır. Amma valideynin vurduğu ziyana görə uşaq ümumiyyətlə məsuliyyət daşımır. Müşfiq müəllim, mən sizə birinci növbədə özüm həkiməm mən.
Bax gör nə deyirəm. Birinci növbədə sizə mən can sağlığı arzulayıram. Sizə uğurlar arzulayıram. Və ölkəmizdə, respublikamızda sizin kimi hüquqşünasları uğurlar diləyirəm mən. Çox bəyənirəm. Çox bəyənirəm. Allah sizə can sağlığı versin. Mənim həkimlərə də böyük hörmətim var. Mənim rəhmətli anam da həkim olub, mənim xalam da həkimdir, qardaşım da həkimdir. Həkimlər bizim başımızın tacıdır. Onlar olmasa bizim sağlamlığımız qısa müddətə pozular və insan ölər. Mən özüm də Sabirabad rayonundanam. Bax elə hal-hazırda da orada 78-ci ildə qurtarmışam mən institutu. İnstitutu 78-ci ildə qurtarmışam. Mən səhv eləmirəmsə, siz Tovuz rayonundansınız da. Bəli, mən Tovuz rayonu Əyyuxlu kəndindənəm. Hə, Tovuz rayonundan rəhmətlik Məmməd Əsgəroğlu Məmmədov bizim rayonun 16 il başçısı olub, birinci katibi olub da. Qaldı ki, İsaq doktor, professor İsaq Mustafayev var ha. Bax, o mənim tələbə yoldaşımdır. Siz nə həkimisiniz, doktor? Terapevtəm mən, can həkimiyəm. Nə gözəl, nə gözəl. Hə, terapevtəm mən. Sonra Tovuzdan... Növbədə gözləyənlər var, ağsaqqalı istəyirəm. Vüqar, tələsin. Bəli. Hə, Buyurun, bəli, bəli. Yox, indi başqaları da gözləyir. İndi yəqin ki, onların adını girmək istəmirəm də indi. Sizə uğurlar arzulayıram Müşfiq müəllim. Təşəkkürlər bəy, minnətdaram sizə. Həyatda nə gözəl şeylər varsa sizin nəsibiniz olsun. Allah sizi qorusun. Təşəkkürlər, Allah evlatlarınızı qorusun. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Müşfiq müəllim. Sağ olun, sağ olun. Dostlar, ekranı bəyənək zəhmət olmasa. Buyurun. Mirzə Bakı. Durdane xan, buyurun. Dostlar, yeni gələnlər zəhmət olmasa adımın yanında plus var da, ona basıb kanala abunə olaq. 69 yeni izləyicimiz var. Onu 100 nəfər eləyin də zəhmət olmasa. Bir də bizə 21 dənə aktiv fanat lazımdır. Məni sevlər varsa atın da dostlar. Yetki olanlardan xahiş edirik, yayıma dəstək olun. Hüquq verilişində bizə dəstək olun ki, daha çox insanları maarifləndirək. Yapraq Ağacı, təşəkkür. Buyurun. Buyurun, danışın. Axşamınız xeyir. Yağmur. Salam, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Buyurun xanım. Müəllim, sizə bu boşanma ilə bağlı sual vermək istəyirdim. Elə bir qardaşımın keçən ayın 3-ü məhkəməsi olacaqdı. Barışma ərizəsi yazdılar, boşanmadılar. Ancaq bu ayın 29-u yenə boşanma ərizəsi veriblər, boşanacaqlar. İndi bilmirəm, barışacaqlar ya yox. Orada ikinci dəfə olur da bu işə. Bilmək istəyirik ki, yenidən barışma ərizəsi ola bilərmi, yoxsa bu dəfə tam boşandıracaqlarmı bunları? Xanım, boşanan sizin qardaşınızdır da. Aha. Bunlar niyə boşanır, bilmək olar? Nə bilim, gəlin belə istəmirəm deyir, ayrılmaq istəyir. Heç bir problem yoxdur amma. Uşaqları var. Aha, 2 dənə uşağı var. Neçə yaşları var? Biri 5, biri 2 yaşlı. İndi bu uşaqlar kimdən qalacaq? Məhkəmə yəqin ki, anaya verəcək də. Siz istəyirsiniz uşaqları? Biri bunda, biri onda olsa mən bilən aliment verməyə düşmür də, ata eləmi? Xeyr, düşür. Niyə ki? Hərə özünə görə aliment istəyə bilər qarşı tərəfdən. Amma vəkildən danışıb qardaşım deyib ki, birini sən götürsən, birini o götürsə aliment verməyə düşməyəcəksən. Yox, hərəsi öz alimentini ala bilər də qarşı tərəfdən. Mümkün deyil şey. 3 ay məhkəmə vaxt verib bunlara. Yox, birinci məhkəmə olmadı. Elə bir ki, getdilər, barışıq yazdılar, çıxdılar.
İndi yenidən yenə ailədə söz-söhbət oldu. Gəlin yenidən ərizə verib 29 elə bil məhkəmədir. Bildim, məhkəmə hər iki tərəf boşanmağa razıdır. İndi gəlin boşanacaqsa, o təbii ki, yoldaş da deməyəcək ki, mən boşanmıram, bir kişi olaraq o da deyəcək də boşanıram deyə. Yox, ola bilər o qədər olur ki, qadın deyir Yox, mən deməyəcək. boşanıram, kişi deyir mən boşanmıram. Yox, deməyək. Qardaşım da o desəz ki, boşanıram, qardaşım da deməyəcək. Hakim 3 ay vaxt verə bilər. İki tərəf də boşanıram dediyi halda vaxt verilir. Verə bilər, bəli. Uşaqların mənafeyini nəzərə alıb verə bilər. Qardaşım elə bil ki 400 manat rəsmi gəliri var. Buna görə iki uşaq da gəlində olsa nə qədər aliment kəsilir? Hər uşağa 260 manat aliment tuta bilərlər. Bəs rəsmi gəlir azdır axı, necə bu? Heç bir əhəmiyyəti yoxdur rəsmi gəlirin. Onu vəkil tutduğunda alimentin bir yəni aşağı yuxarı olmasına bir səbəb olur. Eləyə bilməz, xeyr. Vəkil bunu müdafiə eləmir ki, azdır. Qarşı tərəf dirənib deyə bilər ki, hər uşağa 250 manat aliment istəyirəm, hakim təmin eləyəcək onu. Orada məsələn soruşulmurmu ki, boşu-boşuna niyə ailəni dağıdırsan ki, yəni nə səbəb var? O gəlinə bir minus deyilmi? Mən indi tutaq ki, hakiməm, gəlindən soruşuram, boşu-boşuna niyə ailəni dağıdırsan? Deyir, xasiyyətimiz tutmur, yola getmirik. Başqa nə soruşum ondan? O bir də bir sual verim sizə, vaxtınızı aram, üzr istəyirəm. Gəlin gəldikdən sonra elə bil mənim atam evində oturduqları evdən əlavə bir otaq, bir də kuxna hamam beləncə əlavə tikilib də. Oradan gəlinə nəsə pay istəyə bilər gəlin uşağa falan özünə əmlakdan. Atamın adınadır ev, torpaq. Xeyr, heç pay düşmür. Oldu, çox sağ olun. Təşəkkür edirəm. Buyurun, sağ olun. Buyurun. Buyurun, danışın görək. Dostlar, Facebook'da bir yazı yazmışdım. Oxuyanlar varsa burada yazsın. Görək oxuyanlar var, Facebook'um mənim. Kimini tanıyırsınız? Ağa, buyurun. Axşamınız sevmələr. Növbədə gözləyənlər səsi bağlayın zəhmət. Bizə marifləndirirsiniz belə. Buyurun. Deməli bizim bir qohum var, ayrılıb, yoldaşı yəni 3-cü dəfə evlənib də. Hər qadından da 2 uşaq belə ayrı batıb. İndi gedib özünə dəlilik kağızı çıxardıb, cavabı dəlildir. Amma yəni faktiki olaraq dəlil deyir də, maşın zat da sürürdü. Pravasın qohumuna getdilər, şikayətlədilər, pravası ləğv olundu. Bu prosta Dəlilik kağızı çıxardıb ki, aliment ödəməsin. Hə. Boş söhbət. Yox, fakt çıxardıb və alimentdən də yayınır. Çıxardıb deyəndə nə xəstəxana yazıb ki, bu dəlildir. Bəli, hə, məhkəməyə gətirdilər, sənə təqdim edilər ki, bununcu anası xəstəxana. Neçə dəfə evlənib bu? Üçüncü, bir dəfə evlənib ayrılmış, gəlib bizim qohumdan evlənib. Başıma dönərəm, 3 dəfə evlənən adam doğrudan da dəli olar da. Ola bilməz ki. Zamanı 3 dəfə evlənib dəli. Orası elədir, amma 3 dəfədən sonra bu yazıq dəli olub da. Yox, faktiki dövrdə, fakt kətdə normal yaşayır, hər şey qaydasında, tam üzərdə özün, yəni belə deyək, 5 dənə ağıllı adamın biridir. Amma özün qoyub şərəfsizliyə, üzr istəyirəm, yəni acıqlanıb deyirəm, bu vəziyyətlə yaşayır da, özünə, öz balasının pulunu kəsir, dolanışığını kəsir. Yox, indi icraçı nədir? Niyə? İcraçı ki, bu adam məhkəmədən kağız gətirib, xəstəxanadan. Həmin hansı xəstəxanada qeydiyyatdadır. Arkadaş, boş şeydir. Eliyə qalsa hərə gedə bir kağız alar, icradan yayınlar. Biz eləməliyik, hara şikayət eləməliyik. İcraçını sıxın. Deyirəm, boş şeylərlə bizim vaxtımızı alma. Dəlilik kağızı gətirib nədir? Elə kağız var ümumiyyətlə, dəlilik kağızı. Yox, bu adam dəlidir, hansı xəstəxanada yatır, bu adam da fəaliyyət qabiliyyəti yoxdur. Fəaliyyət qabiliyyətinin olmamasından bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır. O yoxdursa boş söhbət. İcra olunmalıdır. O varsa necə? Əgər qanuni qüvvəyə minmiş qətnamə varsa, bəli. Adam fəaliyyət qabiliyyətsizdirsə, aliment ödəməkdən azad. Bəs faktiki olaraq sağlamlıq xəstə deyil də yəni. Başa düşdüm, qardaş, elə bir qətnamə də yoxdur axı. Qətnamə çıxarda bilməz də məhkəmə. Xeyri, o mümkün deyil o. Ekspertiza təyin olunur orada. Onun aldığı o kağız parçası heç nəyə həll eləmir. Narahat olma.
Allah kömək olsun. Çox sağ olun. Minnətdaram. var İcraçı olsun. denən ki, icra elətdir denən. Qanuni qüvvə minmiş qətnaməni qoyarsan ortaya, ondan sonra icradan yayındırarsan bu adamı. Ağırlı olub denən mənim üçün. Deməli, fəaliyyət qabiliyyətinin təsdiq edə belə bir şey yox, qətnamə Fəaliyyət olmalıdır. qabiliyyətsiz olmasını təsdiq edən qətnamə olmalıdır. Məhkəmənin qərarı. O yoxsa boş şeydir, qalan kağız kağız. Oldu mənim. Çox sağ olun. Var olun. Buyurun. Tamam. Salam aleyküm. Aleyküm salam. Axşamınız xeyir olsun. Deməli, sualım nədir sizə? Hal-hazırda yaşadığımız kənddə örüş torpaqları var. Ümumi istifadədə də xalqın, cəmaatın. Bugünkü gündə bələdiyyələr belə deyək, kiçik kəndlər olduğuna görə bələdiyyələr birləşib. Hal-hazırda yeni gələn bələdiyyə gəlib deyir ki, örüş torpaqlarını siz təkrar müqavilə bağlamalısınız. Bunun üçün ödəniş eləməlisiniz. Nə dərəcədə bu doğrudur? Bələdiyyənin səlahiyyətidir də qardaş, nə deyək? Yox, yəni kənd ərazisinin örüş torpaqlarıdır. Yəni bunu müqavilə ilə təkrar cəmaata verə bilərmi? Əlbəttə ki, bələdiyyənin səlahiyyətidir də, niyə vermir? Yəni bəs bu örüş kənd təsərrüfatı üçün deyil? Başa düşdüm də, indi bu torpağın sahibi bələdiyyədir də, bu neyniyək buna, nədir? Bəs bu vaxta kimi axır, yəni ki, belə deyək, balaca bələdiyyələr dövründə heç bunu bir tələb eləyən və yaxud da deyən olmayıb axı. İndi başlı başına buraxıblar, indi gələn ağıllıdır da, deyir müqavilə bağlanmalıdır. Başa düşdüm. Torpağın yiyəsi var da, ya torpağın yiyəsi ya dövlət torpağıdır, ya bələdiyyə torpağıdır, ya xüsusi mülkiyyət. İndi bu bələdiyyənin torpağıdırsa, bələdiyyə deyir ki, qardaş, gəlin müqavilə bağlayın, verim sizə. Yəni dövlət torpağı olduğu halda bəs? Dövlət torpağına artıq bələdiyyənin heç bir səlahiyyəti yoxdur. Torpaq dövlətindirsə, ona artıq əmlak komitəsi cavabdehlik daşıyır. İcarəyə onlar verə bilər, bələdiyyə verə bilməz. Belə deyək, bax kəndin bir hissəsi var. Bu görünən odur ki, bu bələdiyyə torpağıdır. Bax, sizə bir şey deyim. Bax, elə bir ki, kəndin bir hissəsidir. Vaxtı kənd düzdür, bələdiyyədən də alanlar olub, kənd sovetindən də alanlar olub, sovet torpaqları kimi də, yəni aktla. Hal-hazırda gedirlər cəmaət torpağı çıxartmağa çıxır ki, örüş torpaqları. Adam çıxarış ala bilmir. İndi bildim də, görünən odur ki, o bələdiyyənin torpağıdırsa, bələdiyyə ona müqavilə bağlada bilər. Dövlət torpağıdırsa, yox. Yəni belədir ki, məsələ yenə də deyirəm, bax, faktiki kəndin bir hissəsidir, belə deyir, kəndin İcra kənarı. hakimiyyətinə müraciət edin, qoy icra hakimiyyəti sizi qəbul eləsin, aydınlaşsın ki, bu bələdiyyə Bəli, biz də ona deyirik ki, qardaş, gətir bir elektron xəritə göstərginə ki, hal-hazırda faktiki bu bələdiyyənindirmi, dövlət torpağıdırmı? Bildim. Yəni Hansı rayonda bu? Quba rayonu. Kənd sakinləri yığışın, gedin icra nümayəndəsinin yanına, qoy bələdiyyə sədrinə maraqlansın, danışsın da, qardaş. Bəli, hətta bugünkü gündə belə deyək, rəsmi məktub da göndərib üstümüzə ki, əks halda sizi məhkəməyə verəcəyik, belə elə. Yəni ki, başa düşdük, hüququ ola bilər. Rəsmi məktub göndəribsə, demək onlarındır da. Amma bundan tələb olunur bugünkü gündə ki, bir elektron xəritə göstərməlisən də, borclusan bunu Mən göstər. sizə yolunu öyrətdim. İcra hakimiyyətinə müraciət edin, qoyurlar məşğul olsun. Başa düşdüm, haqlı, düzdür. Düzdür orası. Çox Sağ olun, təşəkkür. Buyurun. Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir. Xanım, bir dənə xəttə qalın zəhmət olmasa. Dostlar, 50 dəfə ekranı bəyənin. Bir də məni sevlər. Yeni gələnlər kanala abunə olsun. Bir də məni sev atın zəhmət olmasa. Bizə 19 dənə aktiv fanat lazımdır bu həftə. 19 aktiv fanat olmaq üçün də ürək atmaq lazımdır. Buyurun xanım. Deməli, müəllim, bizdə boşanma olub 23-cü ildə və məhkəmə qərarı ilə 3 övladımın, uşaqların 3-ü də verilmişdi mənə. Lakin məhkəməyə yoldaşım gəlməmişdi, bir kiçik oğlumu da gətirməmişdi. Məhkəmədə də belə qərar oldu ki, uşaq atadan, deməli, atadan alınıb anaya veriləndən sonra aliment verilsin. Deməli, uşağı 23-cü ildən bugünkü günə kimi məktəbə ümumiyyətlə bir dəfə də aparmayıbdı. Bununla bağlı məktəb direktorundan arayış almışam, təzəlikcə 2 ay olar. Və qarşı tərəf, deməli, mənim qızıma aliment düşür və alimenti də istintaqın gücünə almışam da, yəni elə belə vermirdi.
Demək təzədən götürüb məhkəməyə mediasiya verib, mediasiyada verib indi hal-hazırda uşaq qəyyumluqdadır. Məhkəməyə vermək istəyir ki, məndən alıb uşağı götürsün özünə. Uşaq da ki, təbii 3 ildir onun yanındadır, gizlənilir ora-bura. Yəni ki, məndən ayrıdır da uşaq. Təbii ki, onu istəyir də. Yəni ki, Uşağın neçə yaşı var xanım? Mən başa düşdüm. uşağın indi hal-hazırda 12 yaşı var, 9 yaşından onun yanındadır. İndiki Yəni, şəraitdə uşağın fikri nəzərə alınacaq. Başa düşdüm. Məhkəmə qərarını bu 3 il müddətində icra eləməyib də. Vəkiliniz var sizin? Vəkil hələ ki, hal-hazırda yoxdur, yox. Vəkil lazım olacaq bu işdə. Bilsiz necə? Bilirəm, uşağın qərarı yəni ki, vacibdir. Bir dənə nəyə əsaslanıram ki, bu uşaq 3-cü sinifdə qalır, 3 ildir. Bir də ki, alimenti ödəmir, istintaqa kimi işi gedib də. 3 ildə siz niyə hüquq mühafizə orqanlarına müraciət eləməmisiniz ki, uşaq məktəbdən yayındırılıb? Müraciət eləmişəm. Nə qərar qəbul Hüquq olunub? polisə də vermişəm, ombudsmana da getmişəm, Nə qərar yazmışam, qəbul məktub. olunub? Heç də baxılacaq falan və belə Ədliyyə Nazirliyinə 2 dəfə getmişəm. Elə şey ola bilməzdi. O uşaq 3 il icbari təhsil bizdə məcburidir. Valideynin borcu evladını məktəbə göndərməkdir. O vəzifəsidir onun. Əgər Aha. uşağın hüquqları pozulursa, istəyir Bəli. icra hakimiyyəti, istəyir prokurorluq, istəyir ombudsman aparatı və ailə qadın uşaq məsələləri üzrə dövlət komitəsi buna kəskin reaksiya verməlidir. Ola bilməz ki, uşaq 3 il məktəbə getməsin və bu orqanların heç bir tədbir görməsin. Bu inandırıcı deyil. Yox, bilsiz necə müəllim, inandırıcı deyil deyəndə ki, müdiriyyətin məndə arayışı da var. Və o Təhsil Nazirliyinə də bildiriş gedib ki, bu uşaq yoxdur da məktəbdə, gətirmir atası. Yəni ki, orada inandırıcı deyil deyəndə fakt amma real belədir də, hal-hazırda vəziyyət. Bildim, yəni 3 il müddətində siz aləmi qatmalıydınız. Necə yəni uşağı məktəbə qoymur? Yox, qatmalıydım deyəndə ki, mən də hüququ hara lazımdır, kim hara deyib ora getmişəm də. Mən o Siz qəbullarda olmusunuz? Ədliyyə Nazirliyində bəli olmuşam 2 dəfə. Ədliyyə Sonra Nazirliyində bizim- yox. Bax, tutaq ki, ombudsman aparatında olmusunuz qəbulda. Bəli olmuşam. İndi mən bir dənə Məktub sualıma yazmışam. cavab verin. Yox, özünüz qəbulda olmusunuz. Özüm valla ora bir neçə dəfə müraciət eləmişəm. Orada mənə məktub gəlibdi, amma bilmirəm həmin məsələ ilə orada olmuşam yoxsa başqa məsələ ilə, amma olmuşam ombudsmanda. Yaxşı, ombudsman harda yerləşir? Yerini deyə bilərsiniz, ombudsman aparat. Yox, yerin deyərsin deyəndə ki, mən özüm Sumqayıtda yaşayanam, Bakıya gedirəm. Məsələn, üçün Ədliyyə Nazirliyinə gedirəm. Təbii ki, oradan ünvan götürürəm, belə Google-ə girirəm, belə götürürəm də. Mən onun Yox, hamısını deyirəm, axı yəni yadda saxlayıram. getmişsə yadınızda qalar da hardadır. Mən sizi burada istintaq eləmirik, sual cavab eləmirik. Yox, Yəni bilirəm, deyirəm ki, mənim marağım var da. Əlbəttə ki, mənim marağım. Mən əgər sizə müraciət edirəmsə, deməli mənim marağımdadır ki, sizdən bunların yəni qarşısında qanunla bağlı nəsə bir fikir öyrənim. Mən durub indi şimdi əgər burada ata yenidən məhkəmə yolunu tutubsa, Aha. mediasiyaya müraciət eləyibsə ki, uşaq anadan alıb mənə verilsin. Bəli. Mediasiya bu məsələni göndərəcək məhkəməyə. Məhkəmə 12 yaşlı uşağı çağıracaqlar məhkəmə zalına, soruşacaqlar ki, sən kimlə yaşamaq istəyirsən, artıq onun fikri məhkəmə üçün önəmlidir. O desə ki, mən atamla yaşamaq istəyirəm, atanın əgər şəraiti varsa, dolanışığı varsa, yəni uşağını saxlamağa pulu varsa, məhkəmə uşağa verəcək onu. Yox, onu bilir, o tərəfini bilirəm. Burada bircə Amma- məsələ atanın uşağın ataya verilməsinə mane ola bilər. Əgər siz sübut eləsəz ki, ata 3 il müddətdə onu təhsildən yayındırıb, o zaman məhkəmə ataya verməyəcək uşağı. Sübut deyəndə ki, bu direktor var, arayış verib mənə. Yəni ki, direktor da həmin məktəb qaçmayıb, köçməyib. İndi ola bilər ki, Sənədlər- ata deyə bilər ki, heç onun xəbəri yoxdur, uşaq falan məktəbdə oxuyur. Oradan sənəd gətirər ki, bəli, uşaq faktiki burada oxuyur. Yəni indi mən onu bilmirəm də. Yəni səbəblərini Yox, sənə heç yerdə izah oxumur. elədim.
O məktəbdən çıxarılmamış o harda oxuya bilər ki? O Sumqayıtdadır yenə. Amma sənədləri həmin məktəbdədir. Bildim, məktəb özü hüquq mühafizə orqanlarına müraciət eləyib. Eləyib müdiriyyətlə danışmışam, deyir eləmişəm, Təhsil Nazirliyinə də vermişəm, yəni bildirmişəm də, hər yerə bildirmişəm ki, belə bir məsələ vəkil var. tutun, bunları məhkəmədə qaldırın da bunları. Hə, yox, qaldırmalı qaldırılacaq. Yəni bilmək istəyirəm ki, bax bu məktəbə getməmək uşaq ki məktəbə aparılmır. Yəni o uşağı yəni ona verərlər. Lap uşaq belə istəsə də özünü öldürsə ki, mən atamı istəyirəm. Yəni bu məsələ ilə bağlı. Siz mənə qulaq asmırsınız. Mən sizə axı bunu izah elədim. Dedim bir halda uşağı məhkəmə ona verməyəcək ki, siz sübut eləsəz ki, bu 3 ildir uşağı təhsildən yayındırır. Bu kifayət eləyir ki, hakim uşağı ona verməsin. Mən bunu sizə izah elədim, siz həmin sualı bir də mənə verirsiniz. Fikrim yayındır, Fikriniz məndə deyil. Fikriniz bilirsiniz hardadır. Burada yazılan yazılarda. Yox, mən heç onu oxumuram müəllim. Və fikriniz hardadır? Yaxşı, bizim vaxtımızı alıb fikriniz burada olmamaq nə demək? Yox, elə yox. Fikrimi yəni tam çatdıra bilmirəm. Demək istəyirəm ki, hal-hazırda uşaq qəyyumluqdadır. İndi qəyyumluqda ola mən məhkəməyə özüm müraciət edə bilərəm. Siz niyə verirsiniz? Qəyyumluq da 3 ayda heç belə nəzərə almır. Qarşı tərəfə deyirəm, qarşı tərəfdən bir xəbər var. Deyir ki, zəng eləyirik, cavab vermir. Bəzi sənədlər var ki, qarşı tərəfə deyirik, gətirmir. Yəni heç bir şeyə... Bildim xanım, bunu biz burada həll eləyə bilməyəcəyik. Buna bir vəkil tapmaq lazımdır. O sorğuları versin, cavablar alsın. Əgər bu mediasiyadadırsa, mediasiya niyə bunu uzadır bu qədər? Niyə qəyyumluq rəy vermir? Bunları araşdırmaq lazımdır. Çox sağ olun Müşfiq müəllim. Allah köməyiniz olsun. Səhifəyə takib olmayanlar Müşfiq müəllimin adının yadında pul işarəsi var. Zəhmət olmasa fanat klubuna qoşulub məni sev atın. Dostlar, bizim 14 dənə fanata ehtiyacımız var. Maşallah, fanatlar gəldi. Cəmi 14 dənə də fanatımız olsa, limiti başa çatdıracağıq. Avto Interior təşəkkür edirəm. Nəbiyev təşəkkür edirəm. Cinayət işi ilə qoşulmaq istəyən var, çata yazın. Çata yazın dostlar. Cinayət işi ilə bağlı qoşulmaq istəyən çata yazsın. Da bu boşanmalar bizi bezdirdi. Biz nə qədər daha bu boşanma ilə bağlı söhbət eləyək burada. Hamı əzbər bildi ta hər şeyi. Bizim yuxarıda hədəflərimiz var. İmkan olanda arada bir güldən çiçəkdən atın. Yeni gələn hər kəs salamlayıram dostlar. Əlbəttə ki, ölkə kritik həddədir. Hədiyyə atanlara təşəkkür edirəm dostlar. Buyurun. Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir olsun. Gözləyin siz, xanım danışsın, sonra siz danışın. Buyurun xanım. Müşfiq müəllim, mən məhkəməyə müraciət etmişdim alimentin artırılması ilə bağlı. Məhkəmə olub, amma mənə xəbər verilməyib də bu barədə, heç bir məlumat verilməyib. Qətnamə gəlib mənə yeni çatıb, 4 gün gəlib, hələ mənə də yeni verilməyib. Müəllimə keçib ki, məhkəmə olub, onların xeyrinə olub da, yəni. Necə doğrudur, mən olmadan məhkəmə olsun. Hətta yazıblar ki, mənə gəlib, mən getməmişəm də, yazıblar ki, mən onlara heç bir məlumat verilməyib. Əgər sizin ünvanınıza hər hansı bir bildiriş gəlməyibsə,
Sizin iştirakınız olmadan baxılıbsa, verin apellyasiya məhkəməsinə. Bilmirəm. Buyurun. Sağ olun. Sağ olun, təşəkkür edirəm. Salam müəllim, axşamınız xeyir olsun. Salam. Müəllim, üzrü sayısı narahat edirəm. Mənim bu mülki məsələ ilə bağlıdır. Mən bu Qarabağda, Xocamənddə atamın ata yurdumuz var da bizim orada. O vaxtı müharibədən qabaq biz gəlmişik. Burası evimiz qalıb orada da qaçqınlıq statusumuz yoxdur. Qonşuların da hamısı təsdiqləyir ki, orada 5-6 nəfər qonşu təsdiqləyir ki, notariusla. Bu yer sırf Zeynalov əlinindir. Bu ev ata yurdudur bunun. Qaçqınlıq statusu yox, məcburi köçkün statusu. Qaçqın statusu başqa şeydir. Azərbaycanla təşəkkür edirəm. Hə, indi bizim məcburi köçkün statusumuz yoxdur. Prosta elə bil evimizi o vaxtda ağzını bağlayıb gəlmişik. Sonradan da müharibə olub gedəməmişik. Amma 5-6 nəfər qonşu konkret təsdiqləyir ki, bura Zeynalov əlinin ata yurdudur. Biz qaçqın koma da məruz eləmişik. O Qarabağ üzrə regionun o prezident yanında mühafizə şey var. Ona da müraciət etmişik Eldar müəllimə. Deyir ki, sənə sənəd lazımdır, evin sənədi. Götürüb elə bil onu başqa bir məcburi köçkünə veriblər. Amma hamı təsdiqləyir ki, bura Zeynalov əlinin ata yurdudur. Mən indi o arxivi hardan çıxartdıra bilərəm? Məhkəməyə verin, sübut eləyin, statusu alın. Başqa yolunuz yoxdur. Bəs arxivi necə çıxartdıra bilərəm ki, məsələn 85-in 86-cı ilində ya ümumiyyətcə Gedin ondan qabaq illər. arxiv idarəsinə müraciət eləyin. Görün ərizənizə nə cavab verəcəklər. Müəllim, belə bağışlayın sizi də narahat edirəm. Bu arxiv idarəsi harda olur? Necə müraciət edeyim mən ora? Arxiv idarəsi mən bilən Karl Marxda yerləşir. Karl Marxda. Bəli. Biz indi yəni qaçqınlıq məcburi köçkünlük statusu almasa o evi alamayacağıq, hə? Yox. Bildim müəllim. Çox sağ olun. Allah razı olsun. Minnətdaram. Çox sağ olun. Dostlar, zəhmət olmasa yayıma biraz dəstək verək. Yayımı bəyənək, paylaşaq. 370 min bəyənməmiz çox azdır. Dostlar, hərə bir 50 dəfə. Bax, 1 dəqiqə gözləyirəm. 50 dəfə zəhmət olmasa ekranı bəyənək. İsmailzadə təşəkkür edirəm. Yayıma dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk, dostlar. Valla yaxşı ki, siz varsınız. Ekranı zəhmət olmasa bəyənək, paylaşaq. Hər ekran 50 dəfə bəyənsin. Bir də yuxarıda adımın yanında plus var. Ona vurub kanala abunə olun. Bizim 14 dənə də fanata ehtiyacımız var, ürək atanlara. Artıq 11 fanata ehtiyacımız var. Bir dəqiqə gözləyək, sonra qoşaq. Bir də kimlər cinayət işi ilə bağlı qoşulmaq istəyir, çata yazsın, biz onları görək. Pərdə Yuma təşəkkür, MD təşəkkür. Ruslan təşəkkür. 8 fanata ehtiyacımız var. Maşallah, görürsünüz dostlar, yayımı bəyənəndə necə bəyənirsiniz? Yarım dəqiqədə bəyənək, 450 min eləyək, sonra qoşacağım. Azərbaycanlı təşəkkür qardaş, sən dünən bizə nə qədər dəstək olmuşsan. İsmailzadə təşəkkür edirəm sizə. Fərid, çox sağ ol. Buyurun xanım. Axşamınız xeyir olsun Müşfiq müəllim. Salam, axşamınız xeyir. Müşfiq müəllim, mənim sualım bu ilə bağlıdır ki, bizdə elə bir ki, mülki məsələ ilə bağlı birinci instansiya məhkəməsi bizim xeyrimizə qəbul eləmişdi. Sonra qarşı tərəf apellyasiya verdi. Apellyasiyadan o qazandı.
yenidən biz ali məhkəməyə verəndə, ali məhkəmədə apellyasiya məhkəməsinin qətnaməsini əsas gətirib bizim kassasiyamızı geri çevirdi. İndi mənim bir sualım var idi. Burada bizim hüquqlarımız tapdanıb da, yəni bir vətəndaş kimi mən Konstitusiya məhkəməsinə müraciət edə bilərəmmi? Xanım, mülki işlərdə belədir ki, Ali Məhkəmə Tacəddin təşəkkür. Ali Məhkəmənin yekun qərarı artıq məsələni 99,9% yekunlaşdırır. Nəticəsi olmayacaq. Konstitusiya məhkəməsinə müraciət konstitusiyon hüquqların pozulması ilə bağlı, konstitusiya hüquq normalarına zidd qərarın çıxarılması ilə bağlıdır. Bunu da yəni əsaslandırma çox çətindir. Çünki Ali Məhkəmədə çox təcrübəli hakimlər var. Onlar o qərarlarını elə yazırlar ki, o gedib Konstitusiya məhkəməsinə çıxmır. Artıq mən hesab edirəm ki, bu məsələnin mahiyyəti yoxdur. Yəni, bunun müraciətin də əhəmiyyəti olmayacaq. Konstitusiya məhkəməsi məktubla geri qaytaracaq. Qəbul eləməyəcək deməli. Yox. Bəs mən iddia eləsəm ki, orada negativ hallar olub, onda necə? Konstitusiya məhkəməsi negativ hallara baxmır. O yalnız qəbul edilən qərarın, Ali Məhkəmə qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunu yoxlayır. Orada işin faktikaları araşdırılır. Bəs mən deməli konstitusiyaya zidd qərar qəbul edilib. Onda da yenə baxılmayacaq. Bilirsiniz, konstitusiya zidd qərardan söhbət getmir. Qəbul olunan qərarda tətbiq olunan normalar sizin konstitusiyon hüquqlarınızla ziddiyyət təşkil edir, eləmir. Eləyir, bəli. Eləyir. Siz hüquqşünassınız. Hüquqşünas olmasam da orada yəni vərəsəliklə bağlı bizim haqlarımız saptanıb da tanınmayıb. Ona görə bu başqa məsələlərdir əzizim. Mən yəni sizə başqa cür indi mən sizə deyim ki, gedin Konstitusiya məhkəməsinə şikayət verin. Bəli. Mən bilirəm axı o elə oradan məktubla geri qayıdacaq. Mən sizə bu məsələnin perspektivinin olmayacağını izah edirəm. Tamam. Siz tez deyirsiniz ki, bizim konstitusiyon hüquqlarının pozulması başqa şeydir. Tətbiq olunan normanın konstitusiyaya zidd olması başqa şeydir. Bunlar fərqli şeylərdir. Bəlkə bu ziddi qərardır qəbul olunub. Onda necə? Normalara uyğun olunmayıb. Yaxşı, onda bir dənə vəkil tutun. Mən Instagrama yazarsınız, 2000 manat da pul ödəyirsiniz, mən sizə vəkil verərəm, müraciət eləsin Konstitusiya məhkəməsinə. Hə? Bəs başqa siz nə məsləhət görə bilərsiniz? Deyirsiniz ki, mən heç yerə müraciət eləməyim də, yox müəllim. Əgər mən bəyəm oradan heç faiz yoxdur, müəyyən faiz də yoxdur ki, mən o Konstitusiya məhkəməsinə nəsə bir axı deyilənə görə elə şeylər var, hüquqları var ki, onların ali məhkəməni ləğv eləyib qərar verməyə. Xanım, mən deyim neçə faiz şansınız var? Neçə? 0,1%. İstəyirsiniz, indi müraciət eləyin. Mənə ehtiyac yoxdur da. Heç Avropa məhkəməsinə də eləməyə ixtiyarım yoxdur. Ona necə? Avropa məhkəməsi birincisi bu cür mübahisələri qəbul eləmir. Eləsə belə bu 10 illərlə orduzuyur. Avropa məhkəməsi bilirsiniz nəyə qəbul edir? Siyasi motivlərlə olan məsələləri, işgəncə faktlarını, bu cür məsələlər gedib ora çıxmır. Bu məsələ artıq bağlanıb. Deməli, belə çıxır ki, mən uduzmuşam da. Belə çıxmır, elədir, reallıq oldu. Sizin vəkiliniz var idi bu məsələlərdə? Bəli, var idi. İndi vəkilləriniz nə dedi? Niyə belə oldu deyir? Hakimlər deyir qanunsuzluq elədi, yoxsa qanun bunu tələb edir? Vəkilim deyir ki, qarşı tərəf deyir, küllü miqdarda pul ötürüb. Kül o vəkilin başına. Hara ötürüb? O pulu verən deyir, qarşı tərəf hara verdi o pulu? Həm birinci instansiya məhkəməsinə, həm apellyasiya məhkəməsinə, Birinci instansiya bizim xeyrimizə çıxartmışdı axı. Apellyasiyanın ali məhkəməyə apardılar, pul verdilər, hə? Vəkil harda görüb o pul veriləndə? Vəkil bilirsiniz, işi uduzanda həmişə bu söz deyir ki, onlar getdilər, pul verdilər. Ali məhkəmədə pul alan var ümumiyyətlə. Nə bilim, valla, mən bilmirəm. Mən sizə tam səmimi deyirəm. Ali məhkəmədə bu dəqiqə pul teması yoxdur.
Heç bir hakimə də aparıb deyənməzsən ki, ala pulu götür bu işi gör. Mən eşitməmişəm şəxsən. Hazırda Amma- ali məhkəmədə elə bir şey yox. Amma deyilənə görə şəkil apellyasiyası açıq bazardır. Vallahi indi o şeyləri bilmirəm xanım. Açıq bazar deyəndə ki, mən elə şeyləri bilmirəm. Açıq bazar idi, siz də ki, pulunuzu verib qərarınızı alardınız. Əgər Mən açıq axı bazar. birinci instansiyada udmuşdum. Mən nəyə görə Pul pul verdim? verdiniz, birinci instansiya pul verdiniz siz. Xeyr, qara qəpik də verməmişdim. O da Nə mənim oldu? hüquqlarımı İndi- tanımışdı. İndi Necə o ola birisi bilər adam- ki, hakimin İndi biri o birisi tanısın? adam da deyəcək ki, birinci instansiya məhkəməsi açıq bazar idi. Onlar apardı, pul verdilər, aldılar. Nətər qəbul eləyək bunu? Nə oldu? Birinci instansiya məhkəməsi açıq bazar olmadı, şəkil apellyasiya açıq Bəs bazar mənə oldu. də elə maraqlı gələn o oldu ki, nətər olur ki, bu qanunvericiliyi hamısı eyni oxuyur da. Nətər olur? Birinci instansiya təsdiqləyir ki, sənin həqiqətən də orada vərəsə kimi hüququn var. Səni tanıyır, vərəsə kimi 80% mənim vərəsəliyimi tanıyır. Sonra o biri 2 dənə apellyasiya ilə ali məhkəmə tanımadı. Nətər oldu? İndi mən Elə deyim şey nətər olur. olur. Orta Nətər? məktəbdə bir müəllim gəlir sinifə, dərs deyir. 20 nəfər uşaq oxuyur. Hamısı 5 ala bilir dərsdə. Yəni siz deyirsiniz birinci instansiya məhkəməsinin hakimi zəif olub, bilməyib qanunu. Ola bilsin qanunu düzgün tətbiq eləməyib də. Hamı 5-də 5 deyil ki. Ola bilər, niyə olmur ki? İndi yaxşı, mən sizə bir dənə sual verim. Nətər ola bilər ki, bir insanın ata payından kənarda qalsın? Vərəsə Qala kimi. bilər, qala bilər. Hansı hallarda qalır? Çox hallarda qala bilər. Əgər ata birincisi miras əmlakdan məhrum eləyibsə, bu bir. Xeyr, Vərəsə, yoxdur elə bir şey. vərəsə mirası qəbul eləməyibsə 6 ay müddətində bu 2. İndi nə deyin, siz nə deyin məhkəmə qərar qəbul eləyib, sizin iddianızı rədd eləyib. Məhkəmə Elə nəyə o, əsas verir? yox, axı plenum qərarı olmuşdu Konstitusiya Məhkəməsinin ki, Hanı? 6 ay Məhkəmə- müddəti ləğv olunub. Xeyr, məhkəmə nə qərar qəbul eləyib? Niyə Elə o 6 ay sizin məsələsini, 6 ay məsələsini üstün tutub. onu tutub ki, 6 ay müddətində siz miras əmlakı qəbul eləməmisiniz. Miras Hə. əmlakı da yəqin ki, orada yaşayan vərəsə qəbul eləyib faktiki. Heç o da Düzdürmü? müraciət eləməyib axı. Onun Orada müraciətinin yaşayır. əhəmiyyəti, onun yaşamağı kifayət eləyir, onun müraciətinin əhəmiyyəti yoxdur. Əgər orada yaşayır, faktiki qəbul eləmiş sayılır orada onun yaşamağı. Amma siz kənarda yaşayırsınızsa, siz müraciət eləməlisiniz. Tam qanuni qərar. Bəs o zaman- o zaman mən sizdən pul almadım ki, qarşı tərəfdən. Düzdür? İndi Yox. deyin ki, qarşı tərəf də sizə küllü miqdarda pul verdi, mənim ziyanıma dediniz. Müşfiq müəllim, bəs axı Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü ildə belə bir qərar imzalayıb ki, 6 ay müddəti ləğv olunur. Xeyr, elə bir qərar yoxdur. Necə yoxdur? Mən onu öz gözümlə oxumuşam axı. Deyirəm, elə bir qərar yoxdur da, xanım. Sizin vəkiliniz sizə yanlış məlumat verib. Belə bir qərar yoxdur. Başa düşmədim. Buyurun. Sağ olun. O qərar başqa şeydir, dostlar. Onu savadlı vəkil lazımdır, onu izah eləyəm. Fərdə Ümad, təşəkkür. Biz bilirsiniz, xanımı düzdür, bizdən küstü getdi. Amma məsələ odur ki, Ali Məhkəmə düzgün qərar qəbul edib də. Ali Məhkəmə düzgün qərar qəbul edib. Vəkillər həmişə işi uduzanda başlayır ki, o birisi tərəf gətdi pul verdi. Jetonu olanlar hədəfdəki hədiyyələrdən artıq yayıma dəstək olaq zəhmət olmasa. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Bizə 7 aktiv fanat lazımdır dostlar. Bağışlayın, sizi narahat edirəm. Mən sizin izləyicinizi neçə vaxt izləyirəm. Müəllim, Allah razı olsun. Bir 5 dəqiqə vaxtınızı alacağam, üzrlü sayın. 5 dəqiqə çoxdur, biraz az eləyək. Allah sizə can sağlığı versin. Mənim belə deyək də evimdə qaçqın var Yasamalda. Şuşa qaçqınıdır. 92-ci ilki Qarabağ müharibəsində zəbt edib girmişdilər evimin içinə. Mənim özüm də ki, atam elə bir ki 90-cı illərdə 20 yanvarda yaralandı bu könüllərdən və 98-də 97-də rəhmətə getdi. Bizə şəhidlik statusları verildi.
Hə, indi bizim evimizdəki biz o ərəfədə elə bir ki, bizim evimizi zəbt elədi, qaçqınlar girdilər. Düzə 4 otaqlı ev vermişdilər. Və biz onlara mərhum prezidentimiz o vaxt Allah rəhmət eləsin demişdi qaçqınları yerinə tərpətmək olmazdı. O vaxt müharibə ərəfəsində idi. Biz onlara dövlət əli ilə Qaradağdan 3 otaqlı ev alındı, verildi. Onlara dedi köçün evi keçirin Aduza. Şuşada alınanda ev, Şuşada da eviniz olsun, Qaradağda da eviniz olsun. Bunlar evdən imtina elədilər, şəhərin sentrini qoyub hara gedirik bir sözlə. Sonra məhkəmə qərar çıxartdı ki, 2 otağında biz yaşayaq, 2 otağında qaçqın yaşasın. Biz də özümüzə sıxışdırmadıq. Kimin evində 3 dənə az yaşlı indi böyüdülər, nərdə zatladılar. Qızları var idi. Bizdə də oğlan uşağı alınmazdı o evə girmək ki, yad qızdı, yad ev alınmadı, getmədi. İndi biz bilmək istəyirik. Bunlar bizim evimizdən çıxmaya bilərlər və mən nə edə bilərəm? Bunları mən çıxardım. Məsələ bilirsiniz nədir? Evin qeydiyyat vəsiqəsi varmı? Bəli, kupça, özəlləşi, forma deyirlər, hər şey qeydiyyatımızadır, hamısı oradır. İndi sizin adınızadır, düzdür? Bəli. İndi bunlar faktiki o evdə yaşayırlar. Bəli, həmin elə bir ki, 3 qız idi, məsəl üçün, atı idi, anı idi, ata rəhmətə gedib, 3 qızdan ikisi ərə gedib, bir ana, bir qız qalıb, 4 otaqda, boş evdə. İndi yaşayırlar. Ev sənindir. Bir mənalı şəkildə ev sənindir, sənin mülkiyyətindədir, onu səndən heç kəs ala bilməz. Bu belə. İndi qaldı bunların buradan çıxarılma məsələsinə. Bunlar hara qaçqınıdır? Şuşa qaçqın. Şuşanın belə bir şey şəhəridir. Elə bir var rayonları zadı olsun, mən bilən şəhəridir. Bunlar bir müddətdən sonra köçürüləcək ora, qutardı getsən də evinə sahib olasın. Mən eşitdiyimə görə bir neçə yerdə problemlər olanlar da olubdu da, köçmək istəməyib. Bu verilən evdən zaten imtina edirlər. Elə bir şey yox. Onlar məcburi qaydada onların köçürülməsi ilə bağlı məsələ hazırlanır. Onlara təklif olunacaq. Köçməyəcək, o zaman sən məhkəməyə verib onu çıxardacaqsın. Məhkəmə yolu ilə. Bununla bağlı o vaxtı cənab Prezident Heydər Əliyev tərəfindən sərəncam verilmişdi. Bəli, Allah rəhmət eləsin. O sərəncamda yazırdı ki, müvəqqəti ünvanlarda məskunlaşmış məcburi köçkünlər torpaqlar işğaldan azad olunana qədər yerindən tərpənməməlidir. Çıxarılmasın. Bəli. Ona görə də məhkəmələr o sərəncamı əsas götürüb çıxartmırlar. Əslində qalsa mülkiyyət hüququ konstitusiyadan aşağıda olduğuna görə sən konstitusiyon hüququnu əsas götürüb məhkəməyə versəydin, məhkəmə də obyektiv olsaydı, baxmayaraq ki, o vaxt Heydər Əliyevin onunla bağlı sərəncamı var. Qanun, mülkiyyət hüququndan bağlı qanun, mülki məcəllə və konstitusiya hüquq qüvvəsinə görə prezidentin sərəncamından yüksək hüquq qüvvəyə malik olduğuna görə qanun və konstitusiyanın norması tətbiq olunub, onlar oradan çıxarılmalı. Amma indi buna hakimlər getmədilər və nəzərə aldılar ki, bununla bağlı prezidentin qərarı var, sərəncamı var və bunlar qaçqındır, yaşamaq yerləri yoxdur. Ona görə bu məhkəmələr buna biraz layal yanaşırlar bu məsələyə. Vallahi müəllim, sözü balından kəsim. Mən şəxsən mənim evimdəki olan qaçqın belə baxıram, düz Allah qaçqına can sağlığı versin, gözləri aydın olsun, şükür olsun alındı qara torpaqlarımız. Vallahi mənim şəxsən evimdəki olan qaçqına baxanda qaçqın mənəm. Çünki mən bilirəm ki, məlumat çatıb ki, o evdə qala-qala, onların başqa yerlərdə evləri də var. Məsələn, 2 dənə qız köçürülüb, qaynanası, qızın anası, mənim evimdə olanlar da qızlarına ev də alıb köçürdübdür, hamısını yerbəyer eləyibdir. Mən sizlə tam razıyam. Siz bir müddət gözləyin. Bir müddətdən sonra əgər bunlar onsuz da o köçürülmə etapla aparılır. Planlaşırlar. Bunlar imtina eləsə, sən dərhal məhkəməyə ver, məhkəmə sənin iddianı təmin eləyəcək. Mənim əlimdə məhkəmə kağızı var da, o vaxtı onları elə bir ki, dövlət əli ilə Qaradağda ev verilmə vardı, onlar köçmədi, imtina elədilər. Sonra məcburi halda mən onları dövlət əli məhkəmədə məcburi olub mən 2 otağa yerləşdirdim. O zaman niyə məhkəməyə vermirdin bunları? Verdim o vaxtı, verdim, mənə məhkəmə qərar çıxart, 2 otağında sən yaşa, 2 otağında olar. Prosta Ədliyyə Nazirliyi mi deyim, ya polislər mi deyim, o bir də qaçqınların üçün mənə yanıma 2 dənə polis verdilər. Onlar da binada da qaçqın arvadlar tökülüşdülər, yazı polislər neynəsə qaldıq belənçi, icra eləyə bilmədilər. Yenə deyirəm ki, bir müddətdən sən azacıq səbirli ol.
İnanırsan, O sən eşidəndə- özüm də neçə illər kirayədəyəm. Böyük uşaq 18 yaşda biri, 2 yaşda biri, dolanışıq da o deyil. Özün də bilsən ki, bir də çətinçilikdir. Vallah qalmışam belə. Mən sizlə tam razıyam. Amma daha dözmüsüz. 30 ildir dözmüsüz. Böyük dərddir doğrudan da. İndi hər Allah. halda Şuşa azad olunub. Onlara təklif olunacaq. Getməyəcəklər, o zaman sənin onları oradan çıxartmaq hüququn birmənalı tanınacaq. Müəllim, mən sizə müraciət edib siz mənə kömək edə bilərsiniz bir vəkil olaraq. Mən vəkil Mənim bu deyiləm. işimi- Mən Vəkillər Kollegiyasının üzvü də deyiləm. Mən sadəcə hüquqşünasam. Uzun müddət Özünüz kimi mənə savadlı bir vəkil lazımdır. Sizin kimi mənə bir Mən savadlı belə yönləndirərəm. Mən səni yönləndirərəm. iş Amma görən yenə- olsun ha, başıva dönərəm. İş görən olsun. Yenə deyirəm, bu gün onun perspektivi niyə yoxdur? Çünki onlar gərək köçürülmə başlansın Şuşaya. Bu dəqiqə Şuşada Şuşaya- köçürülmələr var, axı neçə Şuşalılar köçürülmələr var. İndi Özüm onunla bağlı, onunla bağlı getmişəm. bəli, sən vəkil tutub müvafiq dövlət orqanlarına müraciət elə. Bəlkə bunlara təklif var, bunlar imtina eləyirlər, sən bilmirsən onu. Mən Qaçqınkoma getmişəm, bir də Yasamal rayonu icra hakimiyyətinə də getdim. Qaçqınkoma 2 dəfə ərizəyə müraciət etmişəm. Şəhid ailəsi olduğuma görə mənə görə növbədən kənar işimə baxacaqlar da. Bir keçən illəri, bir də bu illəri. Hər ildə bu sözü vədi verirlər, ortada bir şey yoxdur. Bildim. Sən Instagramda yazarsan mənə, mən səni yönləndirərəm, vəkilə qoy məşğul olsun. Baş üstə dönərəm. Bu sizin kimi savadlı bir vəkil istəyirəm ki, bu işi öhdəsinə götürsün, həll eləsin. Mən yönləndirərəm səni vəkilə. Allah sizə can sağlıq versin. Minnətdaram. Allah köməyiniz olsun. Təşəkkür edirəm. Sağ ol. Amma bunlar heç Da mən sizi çıxartdım. Buyurun Marif. Müşfiq müəllim salam. Axşamınız xeyir. Salam. Axşamınız xeyir. Bağışlayın narahat edirəm. Buyurun. Deməli, rəhmətli atamdan ipoteka vardı da, Sokarda işləyirdi. Oradan ev vermişlər. Yarısı atamın adına hökumət ödədi. Yarısında mən birgə zamin idim. Və atam da rəhmətə gedəndən sonra ipotekanı təmiz bağlamışam. Atam, kiçik qardaşım da necə Suriyaya getdiyinə görə ondan əvvəlki evimizdə bu ev elə şey gəlməmişdi də. Onu qeydiyyatdan çıxartmışdı atam. Və onu da Azərbaycan vətəndaşlarından da artıq çıxardıblar məhkəmə ilə. Onun amma 2 evladı var. Mən o evi adıma keçirmək istəyirəm. Digər bacı qardaşımın razılığı var. Yəni onlarda problem yoxdur. Mən bu evi o evdə harasa problem, o qardaşım tərəfdə problem yaşaya bilərəmmi, yoxsa yox? Yox, məsələ odur ki, ata onu necə eləyib dedin, o hissəsini işlə bilmədim. Deməli, atam bu Suriyaya gedəndən sonra o vaxtı, qardaşım Suriyaya gedəndən sonra atam hansı digər evimiz var idi, oradan qeydiyyatdan çıxartdı ki, mənə belə bir vətəni atıb gedən Yox, başa düşdüm. Qeydiyyatdan çıxarmaq hələ o demək deyil ki, ata onu vərəsəlikdən məhrum eləyib. O yenə vərəsədir, atasının vərəsəsidir. Atası onu vərəsəlikdən məhrum eləməyib axı. İndi məsələ odur ki, ata öləndən sonra bu vərəsəliklə bağlı müraciəti var. Bəyəkçi xanım kimidir, bax bu da 6 ay müddətinə müraciəti yoxdursa, artıq onun, yenə deyirəm, o vərəsə əmlakı qəbul edilməmiş hesab olunur. Yox, heç kəsin vərəsə şey yoxdur. Mən indi istəyirəm keçirdən adıma. İpotekanı indi qutardım, yeni ipotekanı birgə zamin idi. İndi qulaq as, ata nə vaxt rəhmətə gedir? Atam 2017-də. 2017-də. O evdə kim yaşayır faktiki? Faktiki olaraq qızım. Qızı yaşayır. Mənim qızım. Nəvəsi də, belə deyək. Bəli, nəvəsi. Yəni faktiki deyə qəbul eləyək ki, sən də orada yaşayırsan da. İndi sənin qızın yaşayırsa, faktiki demək sən miras əmlakı qəbul eləmisən. Sən bir dənə vəkil tut, onun razılığı olmadan bu məsələni sənin adına keçirə bilər evi. Yəni digər bacı qardaşımda problem yoxdur yəni bir dənə orada ilişib. Razılıq verəcək, bunun da razılığı tələb olunmayacaq. Çünki o adam da yoxdur. Burada xırda qardaşım da yoxdur. Yəni xəbər yoxdur da, xəbər ötər yoxdur onunla. Yəni ortalıqda deyil. Bir iki evladı var xırda. Ona görə biraz problem yaşaya bilərəmmi yoxsa yox? Onu öyrənmək istəyirəm. İndi o sahəni bilən mütəxəssislər var. Instagramda yazarsan mən səni yönləndirərəm. Çox sağ ol, minnətdaram. Bağışla narahat elədim. Buyurun.
dostlar, 5 dənə aktiv fanata ehtiyacımız var. Cəmi 5 dənə də ürək atılsa, aktiv fanat bizə gəlsə, limitimizi bu günlük başa çatdırarıq aktiv fanatlarımız. Buyurun Asif kişi. Salam aleyküm, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir Asif kişi. Allah canınıza can sağlığı versin. Allah sizi var eləsin. Vüqar bəy, sizi də salamlayıram. İzləyicilərimizi də salamlayıram. Allah hamınızın canına can sağlığı versin. Ay müəllim, Buyurun Asif. minnətdarlığınız alın. Mənim bu bir vaxtı sizə sənət demişdim, o məhkəmə məsələsi. Onu mən, bu xırıltı məndən gəlir, gəlmir deyəsən. Hə. Bağladım səsi, buyurun. Hə. O işi mən indi təzədən məhkəməyə vermək istəyirəm. Valla mən təxmini bilirəm ki, təxmini yox, dəqiq bilirəm ki, Bərdə rayonunda bu icraçı bu işi mən düşünürəm ki, düz aparmadı. Ona görə o adamın işinə xitam verdilər. O üçün 500 manat cərimə elədilər. İcraçı da ora sənədə yazılıb da ki, bunun mülkü malı olmadığına görə ucu azadlıqdadır. İndi mən bunu, yəni bu verilişə, bu sizin bu yayıma baxmamışdan qabaq Gəncədə bir dəfə, orada bir dəfə biraz Mən sizə dedim, baxı, onunla bağlı mən onu o vaxt oxudum, dedim ki, bu qanunsuzdur, bunu ləğv elədə bilərsən. Bilirəm, mən bilirsiniz ay müəllim. Valla elə bir adam yoxdur. Mən sizə Instagrama yazmışam. Bir dənə zəhmət olmasa ha vaxtınız o sonra baxarsınız, yönləndirərsiniz. Çünki hər halda mənim vəkil lazımdır. Çünki mən bu işi özüm bilirsiniz. İş mənim adıma deyil, mal mənimdir, pul mənim pulumdur. Prosto prosesi mənim satıcıma aparıb. O da mənim ailə dostumdur. O da biraz elə bir adamdır ki, bax üstünə çivin qonub dişləsə onu qovalamır. Yəni sakit bir adamdır da. Mən də ora gedən kimi məhkəmə orada deyirlər ki, sən kimsən? Davay buradan çölə. Çünki həqiqətən mənim hüququm çatmır da ona da. Nə olsun malın gəlsin mənəm, pulun gəlsin mənəm. Ancaq bu adamın səs yazıları var, mesajları var. Bundan qabaq mənim 53 min manatlıq malımı atmışdı. Bir gecənin içində onu töküldülər, sağ olsun devlətimiz, polislərimiz. Gətirdilər. Bütün onun evindən, böyükdən balacaya qədər qadın, uşaq, millət gəlmişdi. O pulu tapdılar hardansa, gecə ilə gətirdilər, o pul ödəndi. Amma indi bu 7830 manat ilişib qalıbdır. Nə onu alamıram. Bax, Asif bəy, bu 7000-ə görə icraçı orada xitam qərarı verib, özün bilirsən. İndi onu ləğv elətmək üçün sən vəkil tutmalısan. İş də hardadır? Goranboydadır, yoxsa hardaydı? İş Bərdədə. Hadisə Gəncədə olur. Yaxşı, indi qulaq as. İndi tutaq ki, Bakıdan vəkil tutdun. Bu vəkil sənə 2000-dən artıq qiymət deməyəcək. Bu nətər olacaq da bu iş? Bilirsən mənim amacım nədir? Lap düz söz. O pul ondan çıxsın, mənə çatmasa da olar. Çünki o adam deyibdi ki, mənə sən o pulu məndən alamayacaqsın. Başa düşdüm, sən vəkilə deyə bilməzsən ki, gəl sənlə müqavilə bağlayaq, mən sənə pul verməyim, ondan alanda verərəm. Belə bir şey yoxdur. Vermirəm demirəm, yox, mən vermirəm demirəm, mən verirəm, bəri başdan neçədir haqqını verirəm, amma desin ki, alacam o pulu ondan. Verirəm, niyə vermirəm ki? Məsəl üçün 7800 olan, bax mənim o pulum, alınası pulumda, ya o alınsın, ya o geçsin içəri, yoxdur, mən 2000-də xərc çəkərəm, 3000-də, mən ondan qaçmıram. Pul mənə çatmasa da olar, licb ondan çıxsın. Çünki bu adam deyir ki, cəmaatın içində də oradakı, mən sənə o pulu verməyəcəm, ala bilsən, alarsan. Bu icraçıya da deyirəm, bax bu sözü bu adam deyib də, sən bunu niyə belə eləyirsən ki? Bu da deyir, nə bilim, heç nə yoxdur, filan ki, yoxdur, geçsin, yatsın, elə şey olar. Bəlkə mən o 8000-dən başqa pulum yox idi. Bəlkə mən döyülən bir ayrısı da. Ayrı dəbi qəpi yoxdur. Ölməlidir adam. Mən sənə izah elədim də. Dedim ki, o qərar qanunsuzdur, o ləğv olunmalıdır icraçının o qərarı. Onun vəkil mən normal bir dənə vəkil olsa bildiyimizdə. Yaz məni Instagramda göndərəcəm, canavar vəkillərdən birini göndərəcəm. Darmadağını eləyəcək o iş. Allah hamd olsun, yazmışam sizə Instagramda prosto yazmağa səbrim çatmır, səs göndərmişəm. Dinləyə bilsəz yaxşı olar. Yəni olsun, problem yox. Bu gün göndər. Baş üstə, bu gün göndərərəm. Bu gün göndərmişəm. Gün orta indi bir də yazaram. Baş üstə. Yaxşı. Allah canınıza can sağlığı versin. Sağ olun. Minnətdaram. Sağ olun, mən də Vüqar, neçə nəfər qoşduq bu gün? 27. Neçə? 27. Dostlar, 3 dənə də aktiv fanata ehtiyacımız var cəmi. 3-dən aktiv fanat gəlsin. Cəmi 3 dənə aktiv fanat dostlar. Ürək atın.
Yeni gələnlər lazımdır bizə. İki dənə aktiv fanata ehtiyacımız var. İkicə nəfər də ürək açır. Baxaq görək. 150 yeni izləyicimiz gəlib dostlar. Hədəflərimizi vura bilən varsa vurmuş. Bir dənə aktiv fanat da gəlsin. Cəmi bizə nəfər. Cəmi bir dənə aktiv fanata ehtiyacımız var. Ürək atanlar atsın, yeni gələnlər. Yuxarıda plus işarəsi var. Əla. Aktiv fanatımız bugün başa çatdı dostlar. Hər birinizə təşəkkür edirəm. Allah ürəyinizə görə versin. Belə. Dostlar, 900 nəfərik. Bir də bizim bəyənməmiz 560.000 bəyənmə. Vüqar, keçək o tərəfə. Keçək, müəllim, keçək. Canlını paylaşın da zəhmət olmasa. Yeni gələn hər kəs salamlayıram dostlar. Vüqar, keç oradan Abdinə yaz görün. Mənə indi şey atmışdı. Baxıram belə yəqin yayımdadır. Ortaq yayımda yazıb. Ay, yorulduq dostlar. Ay Tural, yaz da universitetlə bağlı yazmışsan sualım olacaq. 10 dəfə onu yazdığına bir dəfə də sualını yaz. Nə olar ki? Təşəkkürlər, minnətdaram. Allah sizin də oğlunuzu saxlasın. Qəlbsiz təşəkkür edirəm. Nəysə, daha Abdini gözləyəsi olmadım dostlar. Görək Həbib nə edir? Ay Müşfiq müəllim, necəsiz? Xoş gördük sizi. Nə var nə yox? Nə var nə yox? Əlayam, sağ olun. Sizi gördüm lap əla oldu. Buyur, Bizə də üzr istəyirəm, bizə də nə? İkinci təhsil kimi hüquqşünas oxumağı məsləhət görürsünüz. Ay qardaş, görürəm. Bax, bu da sənin sualının cavabı. Buyur Həbib, at görək. Necəsiz? Vəziyyətiniz necədir? Belə, səni utsaq, baxaq görək vinimiz var bugün bizim heç. Bir dənə vin sizdə var, 10 də vin bizdə var. Amma mən düşünürəm ki, mən sizi udacam da. Vüqar, çata nəzarət elə, artıq əksik yazan hamısını at bloka. Yaxşı. Aha. Uşaqlar, ekran bəyənin, canlı paylaşağın. Aha, görək. Həbib, keçən dəfə bizi utdu, yoxsa biz utduq? Yox, biz utduq məncə. Siz utdunuz deyəsən. Səhv etmirəmsə siz utdunuz. Bəli, bəli.
Axırıncı qalibiyyət sizdə olub. Hə, winlərimi aldın, sonra 2 oyun dalbadal mən olub. Fərqanə, təşəkkür edirəm. Çox sağ ol. Ay Fərqanə, çox sağ olasan. Ha dostlar 3 qatımız gedir. Uşaqlar 3 qatdır birinci hədiyyə. User təşəkkür, Gül təşəkkür, çox sağ olasınız. Birinci hədiyyə 3 qatıdır. Getdi da 3 qatı. Gözləyək növbəti 2x-i. Gecdəsiz müəllim. Valla biz həmişə gəlmişik, udmuşuq, getmişik. Valla axırıncı dəfə siz utdunuz. Ondan qabaq səhv eləmirəmsə biz utduq. Doktor utdu. Biz də zəif deyilik. Siz zəif deyilsiniz, amma biz... qarşı tərəfin 10 dənə vini var İndi dostlar. görün buradakı qızlar neyinir. Dostlar, bir dənə baxın, o keçən dəfə bizim... 2 oyun demişik müəllim, 2 oyun. 2 oyundur. Dostlar, bir dənə o vini alağıq da biz. Uşaqlar, hız görəvin keçəyin 3x dözdə. Nə elədi 3x-də elədik. Eləyə bilməsək də canınız sağ olsun. Ancaq məncə eləyə biləcək. Həbib keçən dəfə bizim 20 dənə vinimizi alıb. Yardımlı, təşəkkür, Günay, təşəkkür. Yoy. Fərqanə, çox sağ ol. Çox sağ ol Fərqanə. Dostlar, 3 qatdır dostlar, 3 qat. Dəlcəyimiz var, bir dənə dəlcək açın. Uşaqlar 3 qatı, 3 qatı. Ay Flove, xoş gəlmisən. 3 qat, 5 qat. Qəşəydi. Hamı bir yerdə köməkləşsək məncə bu oyunu alacaq. 5 qat Bu kimdə nə var idi? açın görək. Yozer, təşəkkür edirəm. Çox sağ olasan. Aha. Biz kimlər idi mənə hədiyyə atanlar? Yardımlı, qəşəng yardımlı. Aləm deyib bir-birinə. Yozer, təşəkkür. Sarı, çox sağ ol, təşəkkür. Yardımlı, Flove, təşəkkür, çox sağ olasınız. Yox, yemişim müəllim, çox zəifsiz. Biz zəifik. Bəli. Qoy görün burada bizim kimlər var, dayan görüm.